Salam əziz və hörmətli dostlar. Xoş gördük. Arz edeyim xidmətinizə ki, mən qaçaqda biraz farsı kitab oxudum. Bu Seyyid Cəvad Təbatəbainin kitabını oxumağa başladım. İnhitat əndişi der İran nəminə. Bunu başladım oxumağa və dünənləri huddən 100 səfə oxudum bundan. Baver buyurun ki, bu 100 səfədə mən bu kitabın bir səfəsicən bir şey öyrəşmədim. Yəni öyrəşmədim. Bir şey, yəni çox maraqlıyam ki, görün bu adam nə deyir axı? Hamı bunu indi İran şəhri filan bəhman deyirlər. Görün bu nə deyir axı? Oxumamış qəzavət eləməyək də, yəni. Onun üçün də mən buracan ondan qəzavət eləməmişəm. Hətta bəzən də kod gətirmişəm. Yəni ondan şahid gətirmişəm bəzi şeylərdə. Elə burada da gördüm ki, də gözəl sözlər yazıb. Amma o şey ki, mən bilməyəm yaza o yoxdur, yəni. Buracan, bu 100 səfədə. Və vaqəən bir şeyə baş tapdım. Əvvələn, mən özüm deyim, baxın, mən öz xatirələrimdən deyim. Mən ruznaməyə gedəndə, bizə ruznamədə Səlamda və ruznamə, hangi ruznamə olsaydı da, o zaman ki danışçuyduq, istihdam olmamışdıq bizə, metr hesabı pul verərdilər. Yəni nə mənə? Yəni bu ki, ruznamələr bilirsiniz, məsələn, Keyhanı yadı, elində Keyhan var da, Keyhanı tutun. Keyhan 8 sütundur. Belə başdan ayağa 8 sütundur. O sütunların hərəsinin özünün bir qiyməti var. Siz neçə sütun yazsaz, başdan aşağıya, o qədər pul olarsınız. İndi ruznamə Keyhana baxsaz ya ittilata, yarıdan qatlanar, onlar buna deyərlər nim, yarı. Vallah, Mahmud bəy, yekani cənabları, mən kitablarını oxumamışam. Yəni özünki tanımıram heç, kitablarını da oxumamışam. Bir zaman Günas TV-də dostlardan gətirdim, dedim, gəl görək bu Məktəbi Təbrizə görə nə deyir? Adam gəldi, biraz dostumuzdur, cəsarət eləməyim, biraz sözlər dedi, getdi. Sonra mən mütəvəccüh oldum ki, bu adam məsələn kitabı oxumayıbdı. Bu adam elə bir dəfə eşidib ki, məsələn, bir iddi adamlar bundan müxalifdir. Gəlib bundan müxalifət edir. Amma bu üçün bu müxalifətin elmi bir şey. Heç olmasa bu ki, elmi də olmasa bu adam özü deyir ki, ağa, baxın, mən bu adamın kitabını dünənləri oxudum, deyir ki, mən bir dənə elmi nəzəriyyə burada vermirəm. Bu bir müqəddəmədir. Buna görə ki, bir mütaliələri olsun ki, o mütaliələrdən bəlkə bir nəzəriyyə çıxa. Bunun iddiası bu 100 səfədə ki, mən oxudum, budur. Neçə yerdə də bunu təkrar edir ki, beləsi. Amma bizim bəzi dostlarımız var. Mən bilmirəm, farslar oxuyublar, yox, türklər oxuyublar, yox. Orasına qəzavət eləmirəm ki, məsələn, amma bizim bir də dostlarımız əslən bu kitabı oxumayıblar, kitabları. Mən dünən oxumağa başladım. Doğrusunu desək, bu 100 səfədə mən bir taza bir şey görmədim ki, məsələn, İran zəmin, İran zəmin, İran zəmin, hey bunu təkrar edir və İrancıların o sözü də, yəni, məsələn, nə bilim, Həxamənişidən başlayır tarixi, Həxamənişidən öncə, güya ki, burada torpaq yoxmuş, xop, bilirik, bu toprağın adı tazalıqda İran olubdur. Yəni, Rıza Şah dövründən, indi bunu mən şeydə də gördüm, Instagramda da gördüm, dostlar qoyublar. Yazıblar ki, bu məmləkətin, bu torpağın adı rəsmən olur İran. Qabaqcan buranın adı nə idi? Heç vaxt İran deyildi. Heç vaxt tarixdə İran olmayıbdı. Firdevsi də ona görə əslən bilmir İran haradır. Bir də o vacədir, bu vacəni işlətməyə çalışır. Və caribdir, dostlardan biri də Döktür Əsqəri nə mənə, o da Albayraq, bizim Təbrizli çox hünərmənd, incəsənətli, savadlı dostumuz. O dünənlər deyir ki, əslən bu İran sözü düşən yer o kətibi, kuruş adına yazılan bir şey. Mən bunu özümdən deyirəm, o demir ki, yazılan. Onda da o kəlmə ki, mümkündür da İran ya İrana bənzəyən bir ad ola, o da orası qırılıbdır, yoxdur. Yəni, və bunlar calibdir hər halda. Mən bu adamın kitabını oxudum və gördüm ki,
Heç zat öyrəşmirəm. Heç zat. Yəni deyəm ki, mən bəli, biz dəqiqən gərək oxuyaq. Mütəəssifanə mən xoşbəxtanə bir yer deyəm ki, əlim çatmır o kitabları alam. Görüm ki, nədə oxuyam. Və onlayını da yoxdur. Mən hazıram dostlar, əgər gəlin bir dənə mən bir seri bir fərziyyəni qoydum ortaya. Dostlar bunu ciddi tutmadılar ya da tutsalar mənim xəbərim olmadı. O da buydu ki, İranda əgər bizə icazə vermir ciddi kitab çap eləyək, onların da ciddi kitab çap eləməklərin cərmanə olaq. Çünki bu bir mübarizədir. Baxın, onlar niyə qoymurlar biz türk dilində ciddi kitablar çap eləyək? Ciddi təhqiqlər çap olsun, ciddi analizlər çap olsun. Niyə? Çünki o bizim dilimizlə və bizim dilimizin elmi görsənməyi ilə və bizim elmi olmağımızla müxalifdirlər. Nə etmək? Bunun Xumeyninin bir şuarı vardı, muşək cavabı muşək. Onların bu muşəklərinin qabağına bizim muşək vurmalıyıq. Mənim pişnahadım buydu ki, məsələn, mən özüm şəxsən hazıram bir nəfərə bir pulu verəm, ayda bir məbləği. Gedə bu kitabları ala, mühüm o kitabları ki orada çıxır, onları birim düşün ki çıxdı, onları iskan eləyələr, PDF eləyələr, qoyalar müftəçəyə. Bu beləliklə həm o yazar, həm o çapxana, həm o intişarat, hamısı bərşikəst düşər. Bu mənim baxışım idi. Bu ki, onlar bizim kitabımızı qoymurlar, çap eləyərlər, biz də onun qabağında bu işi görək. Bu, bais olardı, eyni halda o kitab oxuyanların da əlinə bir o kitablar gələrdi. Yəni, onlayn kitablar olardı oxun. Aynı halda, əgər dostlar bu işi görsələr, mən hazıram öz əndazəmdə köməklik eləyəm. Amma bu kitablarda bizim oxumağımız, xüsusən onlar ki, nəqd elirlər bir şeyi, onların oxumağı gərəkir. Yəni, biz göz yumulu orada bir cümlə nəqdlərin əsası ilə nəqd eləməməliyik. Yəni, bir nəfər bir şeyi nəqd eləyib, biz gedirik onun nəqdini oxuyuruq, o nəqdin əsasına bir nəfəri nəqd edirik, onun fikrini nəqd edirik. Bu, əsla düz deyil. Mən dünənlər bunun müqəddəməsində gördüm, bir işarələr eləyibdi Məktəbi Təbrizə. Baxdım, gördüm, Məktəbi Təbriz dediği həmin şeylərdir ki, mən başlamışam, nəqd edirəm və qəbul eləmirəm Məktəbi Təbriz adında bir şeyi. O, orada gətirib onu dəqiqən qoyubdu. Orada ki, biz fulanıq, bəhmanıq, əlbəttə, o kitabı yenə də oxumaq lazımdır. Məktəbi Təbriz adında bunun bir kitabı var, oxumaq lazımdır. Hər halda istəyirdim bunu deyəm vaqən ki, nə gözəl, Mahmud bəy. Çox sevindim ki, siz Boğaziçi'nşünassınız. Mənim də Boğaziçi'nşünaslıq haqqında sizdən sorularım olacaqdı onda bəs. Çünki bizim bir dostumuz var. Mənim qızım və oğlum heykəl tərəşlıq oxudular, nəqqaşı oxudular Dəbiristan dövrəsində. Danışqaha gələndən sonra Kanadada getdi, biri fəlsəfə oxudu, sonra oldu anarşist, getdi Kanadada düşdü zindana və başı bələdədir. Hala 20, indi 16 ildir biz buradayıq, başı bəladən hələ qutarmayıbdır. Kanadada belə bir sistem var. Adamı mühakimə eləyib qutarmırlar. İndi mənim oğlumun bəlkə 11 ildir, 12 ildir məhkəmədə hələ işi qutarmayıb ki, görə əslən Kanadalı ola bilir ya yox. Amma oxumadılar burada. O birisi qızım da ki, hünər oxumuşdu. O da getdi, burada dizayn oxudu və paltar dizaynı oxudu və indi də işləyir. Ona görə mən heykələ mərbut suallarımı soruşanmıram onlardan. Məsələ, bizim bir dostumuz vardı, Urmiyəli. O gözəl bir səhifəsi var, New Chronology. Mən bu New Chronology-ni normalda hər gün oxuram. Yəni, hətta bir bəhsə əgər atlasam, qeydərəm, gedərəm bu adamın səhifəsinə, oradan otururam, oxuram, ya baxaram, görürüm ki, bu nə qoyubdur. Gözəl, mən deyirəm ki, bu günlər bir şuar da yazdım, orada bir cümlə də yazdım. Şək ya təşkik haqqı yekəz hüquqə mast. Məncə bu bizim haqqımızdır ki, hər şeyə şəkk eləyək. Dinə, tarixə, ədəbiyyata, nəzəriyyələrə, fikirlərə, düşüncələrə, hər şeyə təşkik eləmək bizim haqqımızdır və gərək bu haqqdan faydalanaq. Mütəəssifanə bizim insanlarımız o qədər mən görmürəm ki, bu təşkik haqqından faydalanır. Amma bizim bu dostumuz ki, Urmiyədə kronologini yazır, çox gözəl təşkiklər elir. Dəqiqən deyirəm bəlkə
o düşüncəni mərhum Pur Pirardan alıbdı və onun dalısıcan gedir. Hər halda mən Pur Pirarın kitablarını oxumadığım üçün, fəqət suxənranlıqlarına, videolarına qulaq asmışam, oxumadığım üçün onu bir məktəb hesablamıram, amma məktəbi təşkik hesablayıram. İranda yeni təşkik məktəbi deyə mən buna ad verə bilirəm və sevinirəm də ki, bu dostumuz da əgər onun hətta dalısın gedir, gözəlcə mətləblər qoyur, iftixar eləməli bir dostumuzdur və cənabızdan da köməklik alaram, istərəm ki, görüm bunlar düzdür. Məsələn, deyir ki, əgər bir at heykəlinin tamamən daşdan yonsalar və buna beton və betonarmə istifadə eləməsələr, yəni onun içinə dəmir qoymasalar, bunun başı sınar. Yəni başı ağır olar, boynu. Bunun boynu sınar. Əcəba bu düzdürmü? Yəni vaqəən bu tənasübə əndamda, daşda, heyvanda yox. Diri canlıda yox. Heydanda, heykəldə. Əcəba bu baş və boyun o qədər ağırlıq eləyə bilər ki, bu baş sına daşda, mərmərdə. Yoxsa biz məsələn vaqəən bunları təşkik eləməliyik. Deməliyik ki, tamam mücəssəmələr ki, heç olmasa atları deyək. Atlar ki, şeydən düzəliblər, mərmərdən ya daşdan düzəliblər, bunların yalandandır, bunlar içinə dəmir qoyulubdur. Məsələn, bu cür bir sorular çox ciddi mənə sorudur. Hətta dostumuzu xahiş elədim, gəlsin. Mənim bir Günaz TV-də əgər bərnaməm sorularda olsa əlbəttə, o zaman var idi, gəlmədilər. Dəvət elədim, gəlin bir danışaq, bunu deyək, bunları görsədək, yəni bunları millət bilsin, heç olmasa millət də şəkkə düşsün. Məsələn, mən özüm vaqəən bu nəticəyə yetişmişdim, Günaz TV-də də bunu yayırdım, gördüm bu dostumuz ona yaxın bir şeylər qoyub, amma onu qoymayıb. Məsələn, bunu gördüm əlbəttə, bu son günlərdə gördüm ki, Pur Pirarın tərəfdarları qoyublar bunu, buna yaxın bir şey. O da budur ki, məsələn, mən bunu öz ağlımla yetişmişdim ki, niyə, məsələn, Misridə, Döşür Əli Şəriətdən bunu yetişmişdim, ha deyim, İdə Əli Şəriətidən almışdım. Əli Şəriətini mən çox cavan ikən, o zamanlar ki, bunun kasetlərin radyo İranda yayırdılar, onda qulaq asardım. Sonralar da danışqahda bir term Əli Şəriəti oxudum özüm. Mən sistematik oxuyardım. İndi də elə normalda sistematik oxuyaram. Yəni bir bəhsi başlaram, orada bir 10-15-20 kitab oxuyaram ya bir nevisədənin tamam fikirlərini oxuyaram. Sonra onun haqqında yazmağa da başlaram. Bir yol ərz eləyim ki, Əli Şəriəti o Ari İnçinin bu bərabərdə fərzi budur ki, gedibdir Misrə. Bəlkə də gedib Misrə, bilmirəm. Amma fərzi budur ki, Misrdədir və gedib o əhramı görür və əhramı görəndə əhramın əzəmətində qalır o heç. Amma deyir ki, bu əhramı tikənlərin qəbri hardadır? Bunlar harda yaşırmışlar? Bunlar harda yaşayıblar, hansı evlərdə və harda ölüblər, harda dəfn olublar? Elə mənə bu sual, dəqiqən oradan bu idəni aldım ki, bu İranda deyilən kaxların tikiblər, illər, aylar zahirən gərək tikələr. Məsələn, Təxti Cəmşid düzdür ki, indi onun həm dostumuz düz deyir, yəni o Urmiyəli dostumuz çox aydın və aşkar deyir ki, əgər bir saxtıman ütülübsə, bunun səxfi damı, divarları tökülməlidir yerə. Uçub getməz. Yəni, bunu bilirik ki, cazibə qanunu icazə verməz ki, məsələn, bir saxtıman yıxılıbdır, bunun divarları, qap pəncərəsi, nə bilim, damın üstü töküləndən sonra bunlar uça gedə, fəqət orada şey qala, sütun. Deyək ki, cazibənin zoru fəqət sütuna çəkdi, saxladı, qalanı uçdu, getdi, yoxdur. Məsələn, bunun divarları nə ilə tikmişdilər, bunun səxfin, damın üstün nə ilə tikmişdilər, bu yoxdur. Eyni halda bunları tikənlər orada harda yaşırmışlar, o ətrafda. Çünki o ətrafda gərək böyük bir, məsələn, deyək ki, bu kaxı, məsələn deyirlər ki, filan kaxı 6 ilə tikiblər, filan kaxı 10 ilə tikiblər, filan məscid, məsələn,
İstanbulda tikiblər, məsələn 20 il çəkibdi, 15 il çəkibdi, 30 il çəkibdi. Bu işləyənlər orada harda yaşırmışlar? Çox gözəl, çox vallah iftixar eləməli. Umaram ki, Türkiyədə indi bir kitab hazırlayırsınız. Çox gözəl, çox gözəl. Sevindim, çox sevindim. Sonra danışarıq sizlə bu haqda. Mənim bir fikir gəldi zehnimə indi. Siz mənə bir ilgi verdiniz. İlginc bir şey, kronoloji ilə bir ilgili bir fikir aldım. Sizi bunu mən şəxsi olaraq danışaraq şeydə. Amma hər halda mən gördüm ki, bu kaxların ətrafına bir baxaq. İranda olan həxamənişi kax deyirlər də. Bunun bir ətrafına, bir həndəvərinə, bir dövrəsinə bir baxaq görək ki, bunun dövrəsində lazımi qədər su var. Yəni, kaxı bir yerdə düzəldirlər. Birinci şey budur. İnsan birinci şeylə ki, diri qalar su. Əcəba bu kaxın yaxınlıqlarından bir daimi su geçir ki, oradan bura su çəkələr. Birinci şey budur. Çünki İranda da kaxları torpaqla tikirlər də, torpaqla, daşla, palçıqla, yəni palçıq daşla tikirlər. Əcəba o kaxa su var, yəni şahın birinci şeyi bu olacaq, su içə, ikinci şey bu olacaq, tuvaletə gedə. Bu adam su, indi özünün və ailəsinin suyu ehtiyacı üçün burada bir su var. Mən Google-də baxdım, yaxınlıqlarda 20 kilometrdən yaxınlıqda orada su yoxdur. Görmədim. Daimi su yoxdur. Məsələn, ola bilər ki, yağış yağa, sel gələ gedə. Amma ondan sonra bir şey. Ondan sonra bunun ətrafında gəlib bir şəhər ola. Çünki kaxı tək orada nəyə tikiblər? Tikiblər o kaxı orada, sonra şəhər tikələr dövrəsinə. Çünki şah orada tək gedib neyiniyəcək axı? Məsələn, deyək ki, bu adam tək. Sərbazxanası gərək ola bunun. Yəni, bir dana şah deyirlər ki, neçə min dana sərbazı var da bu adamın. Qoşun düzəldib, dövlət düzəldib, filan vəziri, vəkili, filanı, bəhmanı var. Ramişgəranları var, rəqqasları var, ahəngərləri var, nə bilim, filanlar var, paltar tikəni var, satanı var. Biləxərə bunun ətrafında gəlir bir sistemi şəhri ola. Baxın, kət deyil, bu şəhər olmalıdır. Çünki dövlət sistemində şəhərlik var. Kətlik yoxdur. Çünki kəndin ola bilər, mətidi olmasın, ola bilər. Kənd ola bilər, məsələn, idarə sistemi, ədliyyə sistemi olmasın. Kəndin ordusu olmaz. Kəndin bazarı olmasa olar. Çünki kətdir. Bir çərçi gələr oradan gedər. Məsələn, indi də Qəradağda mən eşitdiyim kimi, məsələn, bir nəfərin van eti var, ya bir balaca maşını var. Ona meyvəsindən, büyüsündən, xurmasından yığır, gəlir bu kəndə, başmaqdan, zaddan. Kətdə durur, bir saat, 5 saat qışqırır, bağırır. Millət gəlirlər, allıqlarını alırlar, sonra çıxır gedir bir ayrı kəndə. Amma bir kax dediğin, bu kaxın bir sistemi idarəsi var. Bu sistemi idarə yəni şəhər. Bu sistemi idarə kaxdan çıxacaq eşiyə, bunun alveri var, gəlgedi var, mal heyvan saxlayan yeri var, sərbazxana yeri var, bunun yemək bişirmək yeri var, yemağı almaq yeri var, bunu ambar eləmək yeri var. Ondan sonra təhb yemək deyil ki, bunun suyu da dedim ona taydı, indi bunun əmniyyətini dedik, ordusu, sərbazı lazımdır. İndi bunun ətrafında bir də insanlar xidmət eləməlidir ki, bunlara, yəni yaşamalıdır ki, bunlara bu xidmətləri verə. Məsələn, bunların nökərləri, kənizləri, planları olmalıdır, bunlar bir yerlərdə yaşamalıdırlar. Və ha belə, bunların ətrafında bir iskan məhəlli olmalıdır. Əcəba, niyə bu kaxların ətrafında belə bir şey yoxdur? Yəni, onları tikənlər harada ölüblər, harada yaşayıblər. Elə onlar, məsələn, deyək ki, o kuruşun kaxın tikirmişlər, 1 il, 2 il, 5 il, orada çöldə, çadırda yaşırmışlar, günün altında, yağışın, qarın altında yaşırmışlar. Yoxsa bunların bir yerləri vardı, orada yaşırlar. Çünki 6 il bir köçəri zamanı deyil. Köçərilik dövrü deyil 6 il. 6 il bir uzun zaman çəkər, 10 il bir uzun zaman çəkər. İnsanlar burada özləri yaşamaq üçün bir ev tikərlər. Amma hər halda bunları görmürük. Bu dostumuz deyək da, hər halda ehtiramən, Seyid Cəvad Təbai tarixi qoyur ora.
oradan başlayır. Oradan qabaqca burada nə var idi, yox idi və ona əsərləri əslən danışmır ki, məsələn, tamam, burada nə əsər qalıbdı bu adamdan ki, deyək, bunun bir idari sistemi varmış. Axı, məsələn, Nadir Şahın, biz Nadir Şah ki deyirik, Nadir Şah bilirik ki, savaşıb ömrün. Əgər bir sistem qura bilməyib, bilirik ki, savaşıbdır, qurmayıbdır da. Yəni bir dövlət qurubdur, bu dövlət də dağılıb gedibdir özündən sonra. Hərə bir tikəsini götürüb gedibdir. Və fürsət də eləməyib ki, gələ özünə bir qax düzəldə ya filan düzəldə. İddiası da yoxmuş yazığın. Türklər də indiyəcən iddia eləməyiblər ki, Nadir Şah məsələn filan qələləri, filan qaxları düzəldibdir ya filan şəhəri düzəldibdir. Amma Qacarlarda o zaman ki, bu iddianı eləyirik, deyirik ki, Qacarlar gəliblər, Tehran adında bir yeri seçiblər. Kətdə dəyilmişdik, belə 5-6 dənə ev varmış ya yoxmuş. Buranı o dağların ətrafında olduğu üçün, yaxınında su olduğu üçün ərz eləyim xidmətinizə. Buranı gəliblər bir şəhərə çeviriblər. Və 100 ilin içində, ya 150 ilin içində ki, Qacarlar 130 neçə il hökumət ediblər, burada bir paytaxt qurublar. Sistem qurublar. Sonra bu sistem Təbrizdə də özünü göstəribdi, ayrı yerlərdə də özünü göstəribdi. Amma bunlara fikir vermirlər. Bunlar sadəcə bir dogmatisti, dini, bir din, siyasi din. Ya hətta tarixi din, tarixsel bir din düzəldirlər, onun üstünə gedirlər qabağa. Hər halda o bəhsdən çıxaq, istirdim bunu deyəm ki, mən o kitabın dünənləri 100 səhifəsini oxudum. Bu günlərdə vaxtım olsa oxuyacağam. Bu 550 neçə səhifədir, onu 5-6 gündə qutarıram hər halda. Və bu kitabın bir səhifəsi ilə müqayisə elədim ki, onlayn oxuram, türkcə yazılıb. Tərcümə olunub türkcəyə, latincədən. Latin əlifbadan çevrilib türkcə, ərəb əlifbasına. Beləsi düzün desəm. Və bunun bir səhifəsi onun 100 səhifəsindən 100 qat çox mətləbi var. Yəni %100, yəni o 100 səhifə bununla qabili müqayisə edər. Bunun bir səhifəsi ilə yəni 0 ilə 100-ü müqayisə eləməzlər. 0 ilə 100 deməyə bildik ki, 100 0-ın 100 qatıdır. Yox. 0-ı 100 qatda eləsə 0-dır. 1 ilə də qabili müqayisə deyil. Yəni 1000 dana 0 1 eləməz. İndi burada da dəqiqən mən bu məsələni gördüm bu kitabların ikisinin müqayisəsində. Vaqən ömrüm hədər olubdur. Vaqən mən indi yavaş-yavaş qabaqcan dostlara, Türkiyədə olan dostlara deyirdim ki, olmasa mən gəlim Türkiyədə doktora oxuyayım. Bavər buyurun, yavaş-yavaş bu nəticəyə yetişirəm ki, mən gedib Türkiyədə lisansıdan başlamalıyam. Yəni mən gedəm Türkiyədə aşağı səthidən başlayım, amma yaşım keçibdir. Dərs oxumaq zamanım da bəlkə keçibdir. Kanadanın bir imkanı var, Amerikanın bir imkanı var. O da budur ki, İnsanlar 64-65 yaşlarına yetişəndə bunlara deyirlər ki, orta yaşlı deyək da, qoca deməyək. Bunlara deyirlər ki, retired, bazı nişəstə olmuş İranda deyirlər, əməkli. Əməkli insanlar danışqaha gedə bilərlər, hər danışqaha və müftə dərs oxublar. Bəlkə umaram ki, mən də bir 10 ildən sonra gedəm burada danışqaha, müftə dərs oxuyam və yavaş-yavaş görəm ki, nə keçir. Amma hər halda mən vaqəən təəssüf edirəm ki, Türkiyədə və türk dilində dərs oxumamışam. Kaş Türkiyə mənə vətəndaşlıq qeydə, mən bu gündən qeydərəm gəlirəm Türkiyədə yaşaram və dərs oxuram və türkünü örgəşməyə, türkü kitab oxumağa, türkcə yazmağa çalışaram. Bu qədər bu kitab gözəl. Bundan belə ki, 100 səfərdir, yəni. Baxın, mən bundan camiə şünası oxuyuram, rəvanşünası oxuram, tarix oxuram, təhlili nə cür elələr olar, örgəşirəm. Cəlib budur. Mən Seyid Cəvad Təbatəbai deyir, 30 ildir bu kitabın üstündə işləyibdi, 6 deyir kitab yazacağam. 30 il işləyibdi. Kaş bu kitab oxuyaydı. Kaş bu kitabı oxuyaydı, lağəl bu qədər düşünəydi, bu qədər savadı olmaq
savadın ərzişini biləydim. Hər halda amma gələk indi kitabımıza. Əgər bildiyiniz kimi dostlar, Türkçülüyün əsasları adlı kitabı oxurduq. Yazar Ziya Gökalpıdır. 75-ci səhifənin yarısından qaldıq. Nədən danışırdı? Deyirdi ki, bizim dilimizdə bir iddia türkçülər var ki, deyirlər biz türk dilində olan sözlər əgər yadımızdan çıxıbdı, yerinə ayrı bir, özgə bir dildən söz almışıq. Onları, taza bu sözləri atmalıyıq, getməliyik türk dilində, axtarmalıyıq və orada türk köklü sözləri tapıb, onları indi diritməli və işlətməliyik. Bunun misal gətirdi ki, beləsi olmaz, çünki biz tərlik deyəndə demirik ki, yəni bir şey deyin ki, ayağınızın tərini qurusun. Qəhvə altı deyəndə demirik ki, qəhvədən sonra biz bir altı məsələn bir şey olur, ya bir şey yeyirik. Yox. Deyir ki, hətta bəzi sözlər biz gördük ki, bunlar ayrı dildən gəliblər və bizim dilimizə və biz onları türk fərz edirdik. Amma indi görürük ki, o cür deyil. Dilbaz kəlməsinin nümunə vurdu ki, dil məsələn bizdə yəni bir adam ki, çox dil tökür, yəni çox dilbazdır, çox dil tökür, çox danışıqda insanları mənə tay çox danışır. Əlbəttə mən dilbaz deyiləm, vaqiiyyət, mən çox dilim acıdır. Acı dilliyəm mən. Amma çünki bilirsiniz, həqiqət acıdır. Və həqiqəti deyən acı dilli olar. Mən də çalışıram biraz həqiqət deyəm. Bəzən də bəlkə həqiqət demirəm, çünki mənim fikirlərim hangi zamanda həqiqətdir? Əcəba mən indi həqiqət danışıram, yoxsa mənim elmim məhduddur. Mən dədəmdən, nənəmdən, famillərimdən, dostlarımdan, kitablardan, danışqahdan, mədrəsədən, radiodan, televizyondan, oradan-buradan bir şeylər öyrəşmişəm. Əcəba mənim öyrəşdiklərim düzdürlərmi ki, mənim istintajım düz ola? Bir. İkinci, əcəba hər şey mənim zamanımacan kəşf olubdur ki, mən indi iddia eləyəm hər şeyi bilirəm, ya o şeyi ki bilirəm düzdür. Çünki bunun sabahları tərsəsi çıxacaqdır. Məsələn, hər halda. İndi kitabımızın 75-ci səhifənin ortalarından davam edirik. Xalqın belə yanlış, bu neçinci paragraf olur? Baxım deyim də. İkinci paragrafı başlayıram. Xalqın belə yanlış törətmələrlə yapdığı pozmalar bir tür bilinçsiz özünə mal etmə yöntəmidir. Yenə də qabaqçı səfələrdə təkrar dediği sözün burada təkrar edir. Deyir ki, xalqın bilə, yəni bilməyərək, ya xalqın beylə yanlış, beylə yəni buna tay. Məsələn, qəhvaltı yanlış pozulur da, deyirlər bu ədəbiyyatçılar, deyirlər bu, lüğətçilər deyirlər bu yanlışdır. Deyir ki, beylə yanlış, yanlış yəni qələt, səhv, iştibah törətmələrinə, törətmək dünənlərdə ərz elədim, yəni doğma ya tolid eləmək. Bunu dünənlərdə dedim, törətmələrinə yapdığı pozmalar. Yapdığı, yəni əməl elədiyi, icad elədiyi pozmalar, qələtlər, səhvilər, bir şeyi pozublar da. Yəni, fərz edin ki, bir nəqqaşı təşrifdə onu biz pozuruq. Bu, onu deyir. Pozmalar. Yəni, xalq bilməyə gəlibdir, bir xarici söz alıbdır, özgələrdən söz alıbdır. O sözü çeviribdir, pozubdur və taza bir anlam ondan gətiribdir. Səsini də dəyişdiribdir, anlamını da dəyişdiribdir. Deyir, bu pozmalar bir tür bilinçsiz, amma bu qeyri-iradi. Bilinç burada qeyri-iradi.
ya ağahsız, bilincisiz də, bilincisiz yəni bilinci olmayaraq, mən dedim qeyri-iradi, özünə mal etməyə yöntəmidir. İstirmiş millət bunu özünə mal eləsin bu sözü. Bu onun yöntəmidir, rəvişidir, şivəsidir. Yöntəm, rəviş ilə şivənin türkçəsidir. Məsələn, xalq əlayim-i səmayi sözünü alim sağma şəklinə çevirir. Deyir, məsələn, xalq bu sözü, adı nədir? Əlayim-i səmayi. Əlayim-i səmayi, yəni əlamətlər. Əlayim, əlamətin cəmidir, ərəbcə sözdür, hər ikisi də. Səma da göy. Əlayim-i səmayi, göydəki əlamətlər. Nələrdir, dostlar? Ulduzların duruşun deyirlər, bunu danışırlar. Buna deyir. Sözünü, bu sözü alıbdır, ərəbcədən və farscadan bəlkə, ikisi, yəni farslar da ərəbcədən alıblar. Sözünü alim sağma ya əli, mən bunu oxuya bilmirəm ərəb əlifbasında yazdığı üçün, nə yazır? Əliyim sağma ya alim sağma şəklinə çeviriblər. Baş tapmadım yenə mənə. Dostumuz bunu dırnaq arasına qoyubdu, ciyumə arasına qoyubdu ki, yəni bu, yəni əlayim-i səmayi çeviriblər, alim sağma şəklinə çevirirlər. Tamam, bu bir dana bir şeydir. Bilmuz ya balimuz və bal yeməz. Balimuz sözünü bal yeməzə çeviriblər. Surətinə soxar. Yəni millətimiz beləsi çeviribdir. Balimuz olub bal yeməz. Mən öz böyük nənəm rəhmətliğin sözündən dedim ki, təyyarıya, məsələn, təyyara demirmişlər, əyri palan deyirmişlər. Ya əyri balan. Və bu, o zaman, mən Təbrizdə eşitdim ki, təyyara deyirlər. Biz orada əyri balan deyirmişlər, məsələn, o zaman. Əbdə mən özüm də əyri balan, kəndimizdə əyri balan deyir, amma mənim böyük nənəm təyyara deyərdilər, amma mənim böyük nənəm əyri balan deyərdi. Əski bir nounu balımız, baliməz adında bir məcar düzəltdiyi üçün bu adla tanınır. Hər halda bu əski bir nounu baliməz adında bir məcar düzəltdiyi üçün bu adda tanınır. Hər halda Məcaristanda bir şey belə düzəltmişmişlər. Balimoz ki, onu bal yeməz deyirmişlər türklər və baliməz deyirmiş. Hər halda qutardı. O söz qutardı. Nədir? Ankara'da bir pinarın adı olan Zülfazi kəlməsini sulfasul yapar. Şərəfrəsan və oprono şərəfəsən növidi futuh və dəlik kötük dəlik kötük fəthi büləndi 7 bölən tərzində türkçə kəlmələr halına qoyar. Deyir ki, hər halda, deyir ki, Ankara'da bir yerlər var, məhəllələr var, bir yerlər var. Onların adları bir şeydir. Türklər onu bir ayrı bir şeydədir, bir ayrı şəkildə deyirlər. Məsələn, deyir, Ankara'da bir pinar var. Pinar bilirsiniz. Abnuma deyirlər. Farsca. Şəhərin bir yerin, meydanında bir yerində qoyurlar. Bir su gedir, göydən qeydir yerə. Fəvvarə deyirlər farsca. Türkçə buna pinar deyirlər. Pinar, yəni su bir yerdən tökülür əşaya. Qalxır, gedir, qeydir əşaya. Yəni bu cür deyək ki, göydən tökülür. Ona şurşur deyirik. Göydən tökülsə, yəni məsələn bir ucalıqdan tökülən suya şurşur deyirik. Amma əgər bir yerdən qalxır, gedir, göyə fəvvarə kimi oradan yenir özü dubarə, buna pinar deyirlər. İndi bu pinar. Ankara'da bir pinarın adı olan, adı nədir? Zulfazı. Əsli adı Zulfazıdır. Bu kəlməni sulfasol yapar. Yəni bir türk
milləti buna solfasol deyirlər. Zolfazol, zulfazı demirlər. Solfasol deyirlər. Şərəfrəsan bir dana kəlmədir və vaporono. Şərəfrəsan, hətta mən məhəllə deyəm, vaporono bilmirəm nə mənədir. Ona şərəfəsən deyirlər, şərəfrəsan demirlər. Nəvidi futuh. Vaporonodur həttmən nəvidi. Nəvidi futuh və dəlik kötük. Nəvidi futuh ya o oporonodur bilmirəm. Bunların hansısına Şərəf Həsən deyilir. Birinə də Nəvidi futuh və dəlik kötük. Fəthi Büləndi. Fəthi Büləndi adı Fəthi Büləndi. Bu da Farsca məsələn ərəbcədir. Büləndi farsca, fəthi də ərəbcə. Fəthi Büləndi yəni bir dağdır. Oranı fəth eləyiblər. Adı qalıb Fəthi Büləndi. İndi deyir ki, 7 bölən deyirlər buna. Fəthi Büləndiyə 7 bölən tərzində türkçə kəlmələr halına qoyar. Deyir ki, yəni xaricədən bir ad gəlirsə, xarici bir ad olsa, bizim dilimizdən olmasa, türk milləti onu öz dilinin fonetiyinə, səsinə yaraşdırar. Uyğular, yaraşdılar. Telgraf çəkmədən tel çəkmək kəlməsini doğardır. Telgrafı da telgraf çəkmə demək yerinə tel çəkər deyir. Tel çəkmək kəlməsini doğurur. Deyir ki, telgrafı da fori, məsələn, buna görə ki, deyək telgraf çəkmək, onu gətirir ki, tel çəkmək. Beləsi bir şey özü düzəldər. Yəni, o cümləsinə yerləşdirəndə cümlənin səsini alsın deyə. İşte, bu kimi əsaslara dayanaraq, türkçülər arı dilcilərin dil haqqındakı görüşlərini qəbul etmədilər. Diqqət buyurun. Bunların hamısını dediyi, bunu nəqd elirdi dil arıcıların sözlərin fikrincəlini demişdik dünən İsrağa gün. Onu nəqd elirdi. Ki, olmaz. Çünki millətimiz ağzında bunu işlədir. İndi bunu bir də qeydir deyir ki, işte bu misallarla bu kimi əsaslara dayanaraq, bu misalları, əsaslar yəni bu misalları ki vurduq bunlara dayanaraq, türkçülər, yəni bizlər ki türkçüyük məsələn deyirəm ha, yəni doğru türkçü deyirik biz. Çünki doğru türkçü olmaq üçün bir ideoloji yaratmalısan və bu ideoloji əgər yaranıbsa ona inanmalısan, onun əsasında yaşamalısan. Mən hala fars oxuram, hala nə deyərlər, farsı düşünürəm və indi məsələn arzu edirəm ki, məsələn dünən gecə arzu edirdim ki, Türkiyədə mən pənahəndə olan zaman bir gün polisdən gəldilər, mən pənahəndəlikdə kəmpidə yaşırdım. Zahirən elə polisin gözü altında yaşırdım. Bir gün məni çağırdılar əmniyyətə, yəni polisin idarə mərkəzisinə. Orada mənə dedi ki, məclisdən bir namə gəlib sənə və bu naməyin əsasinə sən Türkiyəli olub Türkiyədə qala bilərsən və İranla Azərbaycan, bunu məni buna görə ki, fikrim rahat ola dedi. Dedi ki, İranla Türkiyə savaşa girsə, səni verməz ora. Bu qədər bunun əhəmiyyəti var. Mən dedim, biraz fikirləşdim, dedim, uşaqlarıma görə mən Kanadaya getməliyəm. Kanadanı seçdim, gəl. Amma dünənlər fikirləşdim, kaş mən qalaydım. İndi mən yavaş-yavaş türkləşirəm. Yəni, məsələn, qeydən bir vətənim. O Türkiyəni vətən bilirəm, Azərbaycanı vətən bilirəm, İrandakı türklərin torpaqlarının Türkəmən olsun, Qəşqayı olsun, Xorasan türkləri olsun, Xəlic türkləri olsun, hamısın Kəngər türkləri olsun, Kəngər də olur Xəlici Fars deyirlər, ha, Xəlici Ərəbi. Onun ətrafında yaşayan türklər də Kəngər türkləridir. Məsələn, bunları indi özümə vətən bilirəm, məsələn. Hamısının dilini özümə dili bilirəm. Məsələn, bunların hamısını türk bilirəm. Bunların heç birisinin, məsələn, İran türkü demirəm bunlara. Çünki türk İran türkü deyil, türkdür. Və
bunu göstərir ki, biz hələ türkçü deyilik yəni. Mən özümü belə görəndə bəzi dostlar, mən özümü məsələn dostlarım bir çoxu məni əcib pan-türk bilirlər də, yəni. Mən özümü belə görəndə bəzi dostlarımıza baxanda deyirəm ki, bunlar türk deyirlər. Yəni hala türkçülüğə inanmamış bir vəziyyətdir yox. Hər halda deyir ki, bu misallara dayanaq türkçülər, yəni mənə tay yox, onlar ki türkçüdülər, arıcı dilçilərin o türkçüləri ki dili xarici sözlərdən həsv xalis eləyək. Bunlara arıcı, yəni seçici, arı bilirsiniz türkçədir, seçicinin bir ayrı mənasında, intixabçı. Xulusçu adıyaq, xulusçuların, dil xulusçularının dil haqqındakı görüşlərini də qəbul etmədilər. Onu da qəbul etmirlər. Türkçülər deyirlər, yox, biz tamam sözləri ki, bizim dilimizə gəlibdir, kitab, qələm, mədrəsə, bunları atmayaq eşiyə. Mən biraz bu miqdarda bu dostumuzla muvafiq deyiləm. Mənim nəzərim budur ki, birazını atmalıyıq. Məsələn, biz farsca sözlər bizim dilimizə keçib əsil olmayıblar. Bunlar taza radio, televizyon və rüşvət gücünə. Rüşvət demişəm, qabaqca bir dəfə də təkrar edirəm, biz 2 cürə rüşvət almışıq İranda. Milli olaraq, millət olaraq rüşvət milləti yox. Biri budur ki, müftə dərs oxumaq rüşvətdir. Fars dövləti bizə veribdir. Mən sizə müftə dərs verirəm. Gəlin fars öyrəşin. O rüşvət müftə olduğu üçün biz yerdə fars oxumuşuq. İkinci rüşvət tətilatdır. Və tətilatda pul vermək. Yəni, işə getmirsən, pul alırsan. Bu da rüşvətdir. Yenə rüşvətdir. Buna görə ki, İran dövləti niyə bir adamı işlətmir, pul verir? Bu rüşvətdir. Deyir ki, yəni, mən gör nə yaxıca adamam. Sən mənim hər şeyimi qəbul elə. Və biz bunu qəbul edirik, bu rüşvəti. Və deyir, ağa bayramlıq verdi bizə. Bayramda 20 gündə işə getmirik, hüquq alırıq. Yayda işə getmirik, gedirik tətilata, hüquq alırıq. Nə bilim, həftədə filan gün işə getmirik, hüquq. Ağa, Kanadada bayramlıq yoxdur, Amerikada bayramlıq yoxdur, Avropada bayramlıq yoxdur. İl tətili bir gündən izafə olmaz. Qalanın əgər tətil eləsən, hüququndan çıxarlar. Yəni, işləsən pul alarsan. Ağa, necə ki, baxın, bu cürsə deyim, bizim başımıza o qədər toğlayıblar ki, karicərlərimiz də karicər deyil. Yəni, bizim karicərlərimiz müftəxor bir şeylərdilər. Kanadada biz görürük. Mən indi, məsələn, dünəndən mənə deyiblər, hazır ol işə, mən burada oturmuşam, işin üstündəyəm əlan. Dünəndən üçün mənə iş verməyiblər, mən burada oturmuşam, amma iş hesab olmur. Pul verməyəcəklər mənə. Mən o zaman işləyəcəkəm ki, işi başlayam. Başladığım saniyədən iş alacağım, işim qutarana qədər. Elə ki, işim qutardı, evimə gedirəm. O mənim işim hesab olmaz. Evimə gedirsən, evdən işə gəlirsən, iş hesab olmaz. İş üstünə gəldin, hətta iş məhəllinə gəldin, iş hesab olmaz. İşi başladığın saniyədən iş hesab olar. Mən dünəndən burada oturmuşam, İş gözləyirəm, iş verərlər, iş verməyiblər, iş hesab olmur. İndi İranda görürsünüz ki, mən nənəmcilə köməklik elədim, bir ev tiksinlər atamcilə kətdə. Bir yol. Fəhlə gəlirdi ora, deyirdi ki, mən sübhanə yiyəcəm, nahar yiyəcəm. Və bu naharı iş sahibi verəcək. Niyə? Sənə həm üzmüz verəcək, həm iş verəcək. İkinci, hər bir saatdan bir, 2 saatdan bir tətil edir işi, deyir, mənə çay verin. Çayı da həm gərək biz çay verək, həm də o işi gərək tətil ilə çay verək, o istirahət eləyə. Həm də ki, hər yarım saatda bir dəfə bir siqar çəkir. Ağa, sən hava işləyirsən, mən burada Amazon şirkətinə işlədim, sürücülük elirdim Amazon şirkətində. Ambarında bu dəstgahlarla ki, qozur qoyur üstəyə gətirir. Onlarda işlirdim, onunla işlirdim. Ağa, saniyə başı bizə deyirdi ki, mən getdim, məsələn, nəzərimə gəlir ki, mən tez getsəm, izafəkar Allah. Bu tamahına getmişəm, 2 dəqiqə tez getmişəm. Kartı vurdum, kart işləmədi.
Orada mənə dedi ki, sənin vaxtın 2 dəqiqə qalır. Get dalda dur, gözlə 2 dəqiqən keçsin, gəl. 2 dəqiqədən sonra mən keçdim, kartı vurdum, dedi 18 saniyə bir vaxt gəlmirsən. 18 saniyə mənim işimdən çıxacaq. 18 saniyə mənim işimdən çıxacaqdır. Əgər bu 18 saniyə bir həftənin içində ya bir ayın içində yıxılacaq, bir saat olacaq, saatı mənə verirdi 14 dolar ya 15 dolar, bu 15 doları verməyəcək. Çünki bu adam mən işləsəm mənə pul verir, işləməsəm pul vermir. Gündə bir vədə yemək haqqım var. Hər neçə saat ki işləyirsən qərardadının əsasına, onun əsasında gündə bir vədə yemək və o bir vədənin pulunu alacaqsan. O vədə 40 dəqiqə şeydir, yarım saatdir, 30 dəqiqə. 30 dəqiqənin pulunu sənə verəcək. Deyəcəkdir ki, sən bir vədə burada yemək yemirsən, 30 dəqiqə. Bir dana da 5 dəqiqə ya 15 dəqiqə, yadımda deyil. Çünki indi bu 6-7 ay olar mən bu işdən şey eləmişəm, çıxmışam. 1 il olar. Bir yol. Bu 15 dəqiqə ya 10 dəqiqədə siqar çəkmək haqqım var, bir dana. Ondan qalanı yoxundur. Ondan qalanı və dedim, mən Amazonda işləyirdim. Amazon çox bir böyük sistemdir. Çox da göylüm istəyirdi bu sistemi kamil öyrəşəm ki, millətimizə də bunu müntəqil eləyəm. Bu sistemdə gəlməyi dedim, getməyi də ona taydı. Əlbəttə, məsələn, birdən deyirdi ki, tekst elirdi, hamının telefonu var, o telefona gəlir işlər. Siz o telefonla appdir, bilirsiniz ki, işiniz nədir? Əl-an, məsələn, bekar oturmaq, birdən vaxt qoyublar, standart bir vaxt qoyublar. Yəni, deyiblər ki, bir nəfər sürətlə işləyir, bir nəfər də normal işləyir, bunun ikisinin arası bir dənə vaxt qoyublar. Deyiblər ki, məsələn, filan şeyi sən 3 dəqiqədə gətirəcəksən. Sənə 10 dana şey götürəcəksən qəfəsələrdən, bu 10 dana şey eləyəcəkdir 30 dəqiqə. Əgər 31 dəqiqə olsa, orada gəlir ki, sən yavaş işləyirsən. Sən yavaş işləyirsən, pulun kəsiləcək. Çünki bunun bir standardı var. Sən bu standardı işləməlisən. Sən göylüvə görə yavaş götürün, bir yayın götürün, yox. Bunun bir standardı var. Bu standardı işləyəcəksən. Sənə o pulu o standarda görə verirlər. Məsələn, mən orada bir ay dövrə görmək haqqım idi. Bir ayda, ikinci həftədə mənə o şey gəlirdi ki, sən yavaş işləyirsən. Mən hələ sistemi öyrəşməmişdim, mənə gəlir ki, sən yavaş işləyirsən. Sürətimi çoxalt. Mən davam gətirəmədim, özüm çıxdım. Yəni, oradan çıxdım, çünki davam gətirə bilmədim. Və ha belə, qərbidə iş üstündə otura bilməsən. Yəni, deyək ki, indi, məsələn, mən yorulmuşam, iş də yoxdur. Əsən yorulmamışam, iş yoxdur, əlan bir iş yoxdur, mən işləyəm, mənə verdikləri iş. Deyir, yox, süpürgəni götür, süpür. Süpürgəni götür, süpür. Sənin durmaq və oturmaq şeyin yoxdur. Pul almırsan, oturasan. Sən burada pul alırsan, iş yoxdur, işləyirsən, süpürgəni götür, süpür. İçəri təmizli, ged eşiyi süpür. Get tuvaleti yox. Yəni, sən burada pul alırsan, işləyirsən, get tuvaleti yox. Bizim müştərilərimiz burada gəlib tuvalet kəsif olmamalıdır. Sən tuvaleti yox, xoşu gələcəkdir o, bizdən alver eləyəcəkdir. Gəlsə, görsə, kəsifdə alver eləməyəcək, sən tuvaleti yox. Məcbur elirdi ki, edəsən tuvalet yoxasan. Hətta bu qədər deyim ki, idarələrin bir çoxunda Kanadada işləyənin, yəni xarməndin durmaq, oturmaq haqqı yoxdur. Səndəl qoya oturaq, belə bir şey yoxdur. O yerlərdə, idarələrdə oturar, xarmənd oturar ki, ərbab-rücud oturar. Məsələn, gedirsiniz bimaristana. Bimaristanda siz oturduğunuz üçün
Döhtür də oturur. Calib budur ki, siz döhtürün ayağına getmirsiniz. Döhtür gəlir sizi çağırır, özü aparır, hangi otağa aparır və səndəli göstərir, əyləşin burada, sonra siz özü oturur. Calib budur ki, gene də burada sizə demirlər ki, məsələn 5 dəqiqədə tez müayinə eləyə deyə xoş gəldin. Yox. Deyir ki, mən sənə 50 dəqiqə, 55 dəqiqə vaxt qoymalıyam, 5 dəqiqə, 10 dəqiqədə istirahət eləməliyəm. Bu döktürlərə bu qanunu geçiblər ki, məsələn 50 ya 55 dəqiqə gərək mərizlə ilgiləşə, 5 dəqiqə istirahət eləyə. O birisi mərizin pərvəndəsini görməyə. Çünki axı əgər mənim mərizlığımdan xəbəri yoxdur, geçəcəyi nədir, mənə nə deyəcək, gedirəm orada nə edəcək? Məndən qabaq adımı verirlər ona, o mənim pərvəndəmi çıxadır, oxuyur, görür ki, mən geçəcəkdə nədir? Hazır ola, məni tanıya, mərizlığını tanıya. Gedirəm ora, deyir ki, əvvəl nədir? How are you? How are you doing? Mən əvvəllərdə deyirdim ki, mənzuru budur ki, yəni kefin necə deyirdim, sağ ol, yaxçıyam filanam. Dedi, mən sənin kefini soruşmuram, mərizlığın nədir? Niyə gəlmirsən bura? Why you are here? Sən bura niyə gəlmirsən? Bura gəlməmsən ki, deyəsən mənim şefim sazdır. Bura gəlmirsən deyəsən ki, şefin saz olsaydı gəlməzdin. Bura gəlmə mərizsən. Tamam. Bu. Deyir, qoy bəs əvvəl bir azmayişlər və baxım görüm qabaqdan azmayış vermişsən. Onlarda nə görsənir? Və calib budur, burada utanmaq, gizlətmək də yoxdur. Mən məsələn çox adət elədim, gedəm, hər dəfə geçsəm döhtürə, məsələn 3 aydan 6 aydan bir deyirəm ki, ay döhtür, lütfən mənə AIDS azmayışı verir. Da o qədər demişəm ki, adam deyir ki, sən nə iş görürsən məsələn bu AIDS azmayışı? Yəni, sən bu qorxursan, gedirsən döhtürə. Döhtürə deyirsən. Və döhtür bunu səni saxlır. Yəni, mən qızımın, oğlumun, ya xanımın, ya partnerimin, hər kəsin, siz gedib onun soruşanmırsınız ki, bunun müşkülü nədir? Ya azmayışının cavabı nədir? Ya bunun filan şeyin, yox. Sən kimsən? Əriyəm, dədəsiyəm. Ged özü gəlsin, uşaq deyir ki, sənə nə rəbti var? Onun mərizliği var ya yoxdur? Sənə nə rəbti var? O bəlkə istəmir dünyada bir kəs bilsin ki, mərizdir. Bu qədər İstəyirəm deyəm ki, yəni bizim hər şeyimizi rüşvətə çeviriblər. Biz karicəri çağırırıq, evi tiksin, gündə 2 dəfə yemək yeyir, 4 dəfə çay içir, 6 dəfə siqar çəkir. Hava işləyir bu adam. Hava işləyir. Biz rüşvət milləti olmuşuq. Yəni dövlət bizə radio, televizyon verir müftə. Mədrəsə verir müftə. Müftə deyil, rüşvətdir bu. Tabi bunun qabağında məndən nə intizar var? Mən panfars olmalıyam. Mən paniranist olmalıyam. Mən onun fədaisi olmalıyam. Gedib onun yolunda ölməliyəm. Mən onun yolunda adam öldürməliyim və ölməliyəm. Bu iki görürsünüz adamları şikəncə elirlər. Zindanlarda tuturlar, aparırlar, vururlar, döyürlər. Xiyabanda polis görür. Bir an sərbaz onu vurur. Bir nəfəri vurur. Sərbaz niyə vurur? Axı səncə 2 illikdir. Çünki rüşvət alır. Yemək alır, paltar alır, falan alır, bəhman alır. Orada 2 ilində sürür yalandan, məsələn, axşam gedəcək evinə. Rişvəti budur. Axşam gedəcək evinə. Sərbaz sərbazlıq eləmir ki, gedə qala padiganda. Sərbaz gedir, naharacan, eyni kadr kimi. Gedir naharacan orada, nahardan sonra nigahbançılıq olmasa gələcəkdir. Yəni işləsə nigahbançılığı yoxdur, nigahbançılıq olsa kadr iş kimi işləmir. Durub gələcəkdir evdə, nənəsinin yanına. Bir növ rişvət milləti olmuşuq. Rişvət millətində fikir olmaz. Çünki təhcə fikir nədir? Rişvətdir, rişvət almaqdır. Bizim cinayəmiz nədir? Budur ki, niyə bizim mədrəsəmizə yazdıranda uşağımızdan pul alırlar? Mən əgər pul ittifaqən gərək pullu ola. Mən pul verəndən sonra niyə qoyuram o mədrəsəyə, aparıram, qoyuram o birisi mədrəsəyə? Niyə qoyuram dövləti mədrəsəyə, aparıram, qoyuram xüsusi mədrəsəyə? Niyə qoyuram xüsusi mədrəsəyə ki, mənə farsı dərsi verə, qoyuram bir mədrəsəyə ki, xüsusi mədrəsəyə ki, orada türkü dərsi deyə?
Qoyaram bir mədrəsə ki, orada fəqət ingilisi dərs deyir. Ya oğlumun ömrünü, ya qızımın ömrünü qoyum getsin ingilisi farsı oxusun, ya filan oxusun. Seçəcək. Baxın, bizim rüşvət milləti yox biz. Bunun üçün biz inqilab eləyə bilmərik. İranda, mən bunu teorizə elədim özüm, İranda inqilab olmaz. Heç vaxt inqilab olmaz. Heç vaxt İranda, İran tarixini deyirəm ha, tarixində heç vaxt bir millət özü şey eləməyibdir. Farsları deyirəm. Bir xarici bir təhacümün qabağında davam gətirməyibdir. Müqavimət eləməyibdir. Heç vaxt. Tarixdə siz Farsı görürsədin ki, xarici bir təhacümü, həmləni, hücumu dəf eləyibdir müvəffəqiyyətinə. Görməsiniz. Çünki rüşvət milləti adət elədi rüşvətə, o rüşvətinin dalısın olar. Biz Türklər də mütəəssifanə bu cür İranda rüşvət milləti. 45 tümən, 55 tüməni versinlər ayda. Başımıza nə gətiriləcək? O şeyin məsələdir, dedi ki, nigahbanları biraz çoxaldım, biz buradan tez-tez giydək. Ayda o 45 min tümənin çatısını salmışıq boynumuza. Rüşvətdir, o 45 min tümən rüşvətdir bizə. Calibdir, mən milyarder gördüm, Fars, İsfahanlı, milyarder. O 45 tüməni alırdı. Rüşvətdir. Biz rüşvət millətiyik. Rüşvət yiyən insan savaşçı bir millət olmaz. Əfqanistanlar niyə savaşçıdılar? Baxın, Əfqanistan 40 ildir. Bu millətə Farslar gülürlər. Bizim də bəzi adamlarımız, Türklər də gülürlər bəzən. Mən təəccüb edirəm. Bir dana millət 40 ildir istədiyinə yetişməyibdir. Hey dəyişdirir, vəli hamma savaşır. Ruslar gəldilər, savaşdı. Amerikalılar gəldilər, savaşdı. Taliban gəldi, savaşdı. Taliban getdi, savaşdı. Taliban gəldi, yenə də savaşır. Çünki rüşvət milləti deyil. Seçənək millətidir. Əfqanlılar seçmək savaşı elirlər. Nəhayətində bu Əfqanistan gərək bölünə. Biri də Talibancıdır. İran, Farslar kimi mollaçı, dinçidirlər. Bunlar gərək gedələr, onunla yaşayırlar, Talibanla yaşayırlar. Biri də demokrasicidir. Bunlar da gərək demokrasi ilə yaşarlar. Bunun üçün Əfqanistan 4-5 millətə bölünəcək. Türk milləti, Pəştun, nə bilim, nə bölünəcəklər. Və bölünməlidir. Çünki burada 5 cürə insan yaşır. İran bölünmək istəyir, amma bölünə bilmir. Çünki tamamən hamısı rüşvətçidir. Hamısı rüşvətçi millətdir. Hangi millət İranda rüşvətçi, az rüşvətçidir, onlar silahları var. Baxın, Kürdlər. Dövlətə az istihdam olublar. Ərteşdə huzurları yoxdur, sipahda huzurları yoxdur. Bu son zamanlarda bunları da rüşvətçilədilər. Bunlar 60-70 ildir silahlı savaşırdılar. Riza Şahdan bu yüzden bunlar savaşırdı. Deyək Məhəmməd Rizadan bu yüzden. Çünki Firqe Demokrati Azərbaycan qurulandan onlar da qurulublar, silahlanıblar. Onlar silahların Firqe Demokrati, yəni 1325-dən bu yüzden yerə qoymayıblar. 24-dən bu yüzden yerə qoymamışlar. Amma indi Sepah-Pastaran bunları da rüşvətlədi. Neynədir? Bunların hamısını gətirdi, Kürdləri qaçaqmalçı elədilər. Bunlar hamısı dövlətə işdirlər. Qaçaqçılıq. Bunlar rüşvət oldular. Yenə də. İndi ona üçün görürsünüz ki, Kürdistandan köçürlər. Çünki pullanırlar, köçəcəklər Tehrana. Köçəcəklər ayrı yerə ki, zorlara çatın. Bizim başımıza gələn bəla onların da başına. Bizim də rüşvət aldıq. Rüşvət aldıq, neynədik? İnqilab-ı Sefid dediklərində yerlərin bütünlüğünü böldülər, verdilər kiçik adamlara. Adamların pulu olmadı. Əkmağa, yemağa. Neynədi? Durdu, dedi, mən bununla gedim bir ziyarət edeyim, oradan gedim Tehrana. Durdu, getdik Quma, Məşədə, Kərbəliyə, pulu qutardı, gəldi, getdi Tehranda işləməğa. Yer də çıxılıdır, yerdən bir il əksə yemağı çıxmaz. Neynəsin? Yeri ki, qabaqcan 50 nəfər işdirdi, indi 300 nəfərin arasında bölünübdür.
Amma İran, ərəblər də bu cürdür. Ərəblərin nəfti çıxırdı, özlərindən yetişmirdi. Silah götürdülər. Sonunda. İndi də bu günləri o rüşvətdən fəqət amuzuş pərvəşlədiklər və ona görə də paltarlarını və dillərini saxlayıblar. Buna görə də az rüşvət bunlara təsir etdi. İndi silahlanırlar. Bəluçlar daha belə, türkmənlər daha belə. Yəni bunlar o millətlərdilər ki, sünni olduqlarına görə bunlar rüşvət ala bilməyiblər. Rüşvətdən pay alamayıblar, biləsi deyim. Sadəcə fəqət farsçılıqda, yəni mədrəsədə pay alıblar və idarədə işləyənləri pay alıbdı. İdarədə işləyən bu bəluçlardan və ərəblərdən və kürdlərdən və türkmənlərdən çox azdır. Bunun üçün ən çox rüşvət alan millət farslar, türklər, lorlar, Gilani və Mazəndaranilər. Ən çox rüşvət alan millətlər bunlardır. Bunlar da görürsünüz ki, asimilə olmuş, getmişdir. Rüşvət milləti yox biz. Gedək kitabımızı oxuyaq. Rüşvət millətindən biraz danışdıq. Əlbəttə bir şey zehnimdə idi. Deyəm, indi yadımdan çıxıbdı. Amma hər halda paragrafımızın əvvəlindən bir də başlayaq. Deyər, işdə bu kimi əsaslara dayanaraq türkçülər arı dilcilərin dil haqqındakı görüşlərini qəbul etmədilər. Türkçülər türk dilinin xulusçularının görüşlərini qəbul etmədilər. Türkçülərə görə hər sahədə türkçü olanlar, dil sahəsində yox, hər sahədə türkçülərə görə türk xalqının bildirdiyi və tanıtdığı hər kəlmə millidir. Türkçülərə görə, yəni əgər biz türkçü olsaq, hər kəlmə ki türk xalqının bildirdiyi, bildirmək yəni bəyan eləmək, demək, göstərmək, hər halda bir ayrı adama bir şeyi bildirmək. Bildirdiyi və tanıtdığı hər bir kəlmə milli kəlmədir. Pəs kəlmələr də milli ola bilir. Çünki bu millətin milli malıdır. Və əgər bir kəlmə, məsələn bizim deyək ki, kaman, biz deyirik kaman demirik. Kaman farslar deyirlər, amma biz kaman deyirik. Əgər bunun kökü deyək farsdır, biz almışıq, onu kaman eləmişik. Bu bizim milli sözümüz olub daha. Amma indi keçən 50 ildə mədrəsənin və rüşvətin əsərində biz farslaşmağa çalışmışıq. Bu daha deyil. Bunlar deyil. Bunlar istismarın əlamətidir. Bir kəlmənin milli olması üçün türkcə kökdən gəlməsi yetərli deyildir. Bir sözün, ağzımızdan çıxan hər sözün milli olması üçün bunun kökü türk olsun yetərli deyil. Bəlkə nə mənədir? Çünki türk kökündən gəlmiş olan güzgü, sayru, basqıc, ağı kimi bir çox kəlmələr canlı dildən çıxaraq fosil olmuşlar. Onların yerinə canlı olaraq ayna, hasta, mərdivən, zəhir kəlmələri girmişdir. Deyir ki, dəlil gətir. Deyir, çünki türk dilinin kökündən gəlmiş olan güzgü, ki, indi ayna deyirik, sayru, ki, dedik, mərizçilik, xəstəlik, mərəzin yerinə, xəstənin yerinə bizim dilimizdə əski zamanlarda sayru işlənilmiş. Sayru. Dedim də ki, gözümüz sayru deyəndə bu işlədirik burada, sayru. Basqıc, dedik ki, nərdivana, nərdivan biz deyirik, bunlar mərdivən deyirlər Türkiyədə, basqıc bu. Ağı iki şeydə Türkiyədə işlənir. Bir ağ rəngində işlənir. Bir ağı deyəndə. Ağı sözü şəbəkə toratan var ha, onun toruna
Onun o tor şəbəkəsinə deyirlər ağı. Bir də internetdə bu sosial şəbəkə zat deyirik ha. Websayt falan. Bunlara da ağı deyirlər. Şəbəkə. İndi bəs bu ağı indi burada zəhər də deyir buna. Bunu mən bilmirdim. İndi görək deyir ki, bu cür bir çox kəlmələr var bunlara tay. Canlı dildən çıxaraq, yəni dilimizdə indi danışdığımız canlı budur. Çıxaraq, bu da dilimizdən çıxıb da fosil olmuşlar. Yəni fosil bilirsiniz, o şeydir ki, məsələn bir dənə canlı ölür, palçığın içində qalır yüzlər il, minlər il, milyonlar ildən sonra daş olur. Amma o heyvan şəklini saxlayır. Buna fosil deyirlər. İndi dil əgər bir kəlmə dildə unudub gedilib çıxıb yaddan, yaşmaq deyək məsələn, əlbəttə indi şükür olsun, yaşmaq adında bir məcəlləmiz də var idi. Yaşmaq adında bir kitab satanımız da vardı. Kitab yeri var ki, satırlar. Bitik evi. Buna da yaşmaq adı verdikləri üçün amma deyək ki, yaşmaq yaddan çıxmışsa fosil olubdu. Yəni aladan çıxıbdı. Onların yerinə canlı, indi işlətdiyimiz onların yerinə nədir? Olaraq ayna deyirik. Cüzyə ayna, sayruya hasta ya xəstə, nərdivan ya mərdivən deyirik basqıça, ağıya da zəhir deyirik. Kəlmələr girmişdi. Bunlar o ölülərin yerinə bunlar girmişdi. Nə cür jeoloji və botanik elmlərində fosillərin yenidən dirilməsinə imkan yoxsa, dil fosillərinin də təkrar həyata dönmələrinə artıq imkan yoxdur. Deyir, necə ki, nə cür, yəni necə ki, ya nə cür, jeoloji dedik ki, nə mənədir? Zooloji, yəni bağ vəhşi, indi zu, yəni bağ vəhşi işlənir. Yəni heyvanlar oradadır, onun üstündə mütaliə edirlər. Onun üçün jeoloji ya zooloji, yəni heyvanları mütaliə eləməsi və botanik də latincədir göyərəntiyə. Hər şey ki, yerdən bitki çıxa, bitkiyə deyək. Ağac, göyərənti, ot, ələf. Hər şey çıxa, bunlar da botanikdə, elmində bəhs olunur. İndi deyir ki, necə ki, heyvanlardan bəhs eləyəndə və bitkilərdən bəhs eləyəndə yerinə canlı elmlərində, bu elmlərdə fosillərin, onlar ki, daşa çeviriliblər. Yerdə ağaçdır, heyvandır, canlıdır. Hətta bilirsiniz, məsələn, mikroblar, bunlar da belə bəzən çeviriliblər, daşların içində qalıblar. Və indi bəzən bunların dirisini hətta o daşların içindən tapırlar. Mikrobların, bəzi canlı mövcudların ki, çox kiçiklər, gözlə görünmürlər. Deyir ki, bunların fosillərin yenidən dirilməsinə imkan yoxsa, necə ki, deyir, bunların fosil daş olmuşlarının yenidən diriltmək imkanı yoxdur. Dil fosillərinin də dildə sözlər işi fosil olublar, yəni aradan gediblər, yaddan çıxıblar. Olan da təkrar. Təkrar, yəni yenidən. Təkrar, yenidən həyata dönmələrinin, yaşama dönmələrinə artıq imkan yoxdur. Qıssaca, türkçülərə görə, qıssaca desək, türkçülərə görə arıcılar yox, dil xulusçuları yox, dil arıcıları yox, türkçülərə ki, hər sahədə türkçüdürlər, onlara görə, onların fikrinə əsasən, xalqın alışdığı yəni adət elədiği, adət ərəbcə sözdür, onun türkçəsi alışmaqdır, farsçası da yoxdur. Alışdığı, yapay olmayan, yapay məsnui olmayan bütün kəlmələr millidirlər. Pəs, bizim dilimizdə mən bayaq dediyim məsnuidir. Çünki biz indi bunu rüşvət ilə, radio ilə, televizyonla, mədrəsə ilə, film ilə, serialla, ruznamə ilə, filanla bunları bizi dilimizə getirdirlər. Güney Azərbaycanda və İranda türklərə. Ya o birisi millətlərə fərq etməz, farsını geçir. Bu yapaydır, məsnuidir. Bir millətin dili öz cansız köklərindən deyil.
öz canlı kullanışların canlı kullanışlarından doğmuş canlı bir organizmadır. Deyir, bir millətin milli dili öz cansız, yəni yaddan çıxmış türkcəsindən deyil, ondan olmaz. Sadəcə ondan deyil. Sadələşdirilməsi, türkçənin sadələşdirilməsi deyil. Bəlkə ya, bağışlayın, mən bir səfər görürəm ki, bir yanlış oxuram. Dili öz cansız köklərindən, fosillərdən, köklərindən, zoğundan, kökündən almazlar. Öz canlı, kullanışlı istifadə olunan, istifadə ərəbcədir. Farsçası da yoxdur. Fikirəm ki, yox, bəhrəni istirdim deyən, bəhrə də farsça şey deyil, istifadə anlamında deyil. Kullanışlarından, yəni istifadə olunlarından doğmuş canlı bir organizmadır, bir dirilikdir. Dedik ki, dili canlı bir vücud bilir və bunun hər sözü də o vücudun bir silloludur məsələn, bir orqanizmasıdır, bir parçasıdır. Orqanizma, yəni canın tikələri. O halda türkçənin sadələşdirilməsi yalnız bu əsaslara dayanmalı, arı dilcilərin aşırı iddialarına doğru getməməlidir. Deyir ki, o halda, yəni indi ki bu bəhslər gəldi, buraya yetişdi, türkcəmizin, yəni danışdığımız dilin, ya yazdığımız dil, sadə türkcənin sadələşdirilməsi, bunu sadə etmək lazımdır. Mütəəssifanə özü uzun cümlələr yazır, sadə əslən olmur. Deyir, o dili sadə eləmək üçün sadə farscadır. Onun, bəlkə də türkcədir, bilmirəm. Onun türkcəsi qolay. Qolay deyilir. Yalnız bu əsaslara dayanmalı. Bu əsasları şey dedik onlara. O cümlədən nədir? Dilimizə xaricdən nə cür gəlir, o cür işlətmə. Gəlir, onu biz dilimizə rahat, uyğun, nə cür onu uyğunladırıq, nə cür onu yaraşdırırıq dilimizə və onun mənasını nə cür değişdiririk, o anlamda işlətməlidir. Bu əsaslara dayanmalı. Arıcı dilçilərin aşırı ifrati. Bilmirəm, farsda bunun muadili ifratın var ya yox, amma ərəbcədə ifrat, yəni çoxlu, aşırı türkçəsidir ifratın. Aşırı iddialarına, iddia, yəni ərəbcə sözdür, iddia etmək, onun türkçəsi, yəni demək. İddia demək, dilə gətirmək. Aşırı iddialarına doğru getməməlidir. Onların iddialarına doğru tərəfə, yəni o tərəfə getməməlidir. Arı dilcilərin digər türk ləhcələrindən kəlmə almaları da yanlışdır. Deyir ki, bu arıcılar demişlər ki, gedərik o birisi türk qollarımızdan axtarırıq, onlardan əgər bir söz var, alarıq. Bu adam onunla müxalifət edir. Deyir ki, arı dilcilərin, dil xulusçularının dedikləri ki, deyirlər ki, digər ləhcələrdən, digər farscadır, yerinə o biri türk ləhcələrindən kəlmə ərəbcədir, söz almaları da yanlışdır. Yanlış da yəni səhvidir, düz deyir, qələtdir. Səhv və qələt ərəbcədir. Farsla bunun yerinə nadurust kəlməsi var ki, dürüstüdən düzəldirlər. Yəni özünün müstəqil bir kəlməsi yoxdur. Çünki türk ləhcələri ana dili vəziyyətində olan əski türkcədən ayrıldıqdan sonra hər biri ayrı bir gəlişim yolunu izləmişdir. Deyir, çünki bir ana türkcəmiz var idi və ana millətimiz var idi.
Onun qolları ayıldıqca hər kəsən özünə bir öz yolunda dilin inkişaf elətdiribdi. Hər qol özünə bir dil inkişaf elətdiribdi. O dil bir tarix sürəci keçirdibdi. İndi onu deyir. Deyir ki, çünki türk ləhcələrinin hərəsi ana dildən ayrılandan sonra vəziyyətində olan əski türkçədən ayrıldıqdan sonra o əsli türkçənin vəziyyətindən, vəziyyət ərəbcədir durum. Türkçə durumundan ayrılandan sonra əskidəki qədimi türkdən ayrıldıqdan sonra ondan sonra hər biri ayrı bir yol gedibdi. Ayrı bir gəlişim, gəlişmək, gəlmək sözündəndir. Gəlmək, gəlişim, yəni bir tarixi sürəc, mərhələlər. Gəlişmə mərhələ də demək olar. Mərhələ keçirdibdi, yolunu izləmişdir. Hər biri bu yolu keçirtmişdi, izləmişdi, yəni görmüşdü, təqib etmişdi. Gərək fonetik, dedik, fonetik olur, mən desəm, nə dedim bayaqları? Səssəl, yəni ağzımızdan o səslər ki, çıxır yaraşığı, səs yaraşığı. Fonetik, səs yaraşığı, gərək liskoloji, fikir edirəm bu yenə də linguistik deyəcəkdir, liskoloji deyir, bilmirəm nədir. Çünki bunu o gün də axtardım, tapmadım ki, görüm nədir. Fikir edirəm linguistik deyir, yəni dil baxışından, açısından açı zaviyədir ərəbcə. Farsda müqabili yoxdur. Düzəldiblər indi, heç kəs işlədə bilmir. Mən də bilmirəm nədir, taza həddadı adil düzəltdiyi üçün onu bilmirəm nədir. Açısından, yəni zaviyəsindən, o baxıdan, o yerdən ki baxılır, bir-birindən uzaqlaşmışdır. Deyir, bu dillər hərəsi bir yerə getmiş. Hər qol bir yerə gedibdi və dillər də onunla gedib dəyişilibdi, özü bir şey olubdu. Uzaqlaşmışlar, yəni bir-birlərindən ayrılıblar, uzaqlaşıblar. Buna görə bu ləhcələrin kəlmələrini dilimizə soxarsaq, İstanbul türkcəsinin gözəlliyini pozmuş oluruq. Burada bir təəssüb qoyur. Mən bununla müvafiq deyiləm. Deyir ki, əgər getsək, məsələn, üzbəklərdən, qırğızlardan, tatarlardan, Azərbaycandan bir söz var ki, İstanbulda yoxdur. Türkiyədəki türk ağzında yoxdur. Deyir, onu oradan alsaq nə olar? Dilimizə deyir ki, buna görə bu ləhcələrin kəlimələrini, dedim, məsələn, bunları ki, mən adını çəkdim, qırğız, tatar, üzbək, Azərbaycan, türkəmən, bunların deyir, əgər ləhcələrindən alsaq, bunların sözlərini dilimizə soxarsaq, İstanbulda, yəni Türkiyədə olan türkçəyə soxsaq, İstanbul türkcəsi, buna təəssüb deyirlər. İstanbul ləhcəsi, ağzı, türkcəsinin gözəlliyini pozmuş oluruq. Onun gözəlliyini pozarıq. Zaten mənim nəzərimə İstanbul ləhcəsi fonetikdə müşkülü var. Çünki ərəblə farsı türk fonetiyinə qarşı işlətmir. Yəni, türk fonetiyinə üzü ilə işlətmir. Türk səs gözəlliyi üzü ilə işlətmir. O halda ki, Azərbaycanda, o birisləri bilmirəm, bilmədiyim üçün demirəm. O halda ki, Azərbaycanda bizim səs quruşu cümlədə hər kəlmə nə cür olur olsun, ona uyğun gərək ola. O səs cümlədə uyğun olmalıdır. İndi məsələn, misallar gələndə mən burada da görsəm deyəcəyəm ki, görün, əlbəttə kitabı mütərcim yox, çevirmən bizim türkcəmizə çevirdiyi üçün səs ahəngi bizimki ilə gəlir. Amma əgər İstanbul ləhcəsi ilə, yəni Kiril Latin əlifba ilə oxusaydıq, bu qaidətən orada görəsən səslər bir-birinə cür gəlmir. Birdən görürsünüz gəlir, hamı səslər üz aşağıdır, beləsidir. Biri vəsətdən qalxdı, getdi göyə, gəldi aşağıya. O halda ki, bizim Azərbaycanda fonetik ya səs gözəlliyi
kəlmələr bir-birindən alırlar. Yəni deyək məsələn istiruq züyüldüyək. Bir təpədən istiruq gələk aşağıya. Burada kəlmələrin hamısı üz aşağı gəlir. Birdən vəsətdən məsələn üz aşağı gəlir, birdən qalxmır, bir daşa dəymir gedə göyə, birdən o tərəfdən yenə gəlir aşağıya. İstanbul ləhcəsində bu var. Əgər üzü yuxarı gedirik, yenə də cümləmizin quruluşu elədir ki, səslərin hamısı üzü yuxarı gedir. Birdən üz aşağı gedə qeydə yox, belə bir şey Azərbaycanda yoxdur, amma Türkiyədə işlənən ağızda çox vardır. Zaten bu ləhcələrdə var olan kəlmələr dilimizdə də olduğu üçün onlara heç bir ehtiyacımız da yoxdur. Deyir ki, zaten belə bir şey vardı. Bu ləhcələrdə olan kəlmələr müştərək, yəni deyir ki, onlar ki, bizlə ortaqdır. Ortaq, yəni müştərək. Kəlmələr dilimizdə olduğu üçün deyir, onlarda olanlar bizdə də olsa, onlara heç bir ehtiyacımız yoxdur. Yalnız təhcə Türk mədəniyyəti tarixi, mədəniyyət deyəndə diqqət buyurun. Mən bunu neçə dəfələr təkrar eləmək məcburiyyətindəyəm, çünki İranda biz bunu yanlış öyrəşmişik mədəniyyəti. Mədəniyyət deyəndə, yəni o şeylər ki, ixtira olur və müdiriyyət olur. Sinema ixtiradır. İnternet ixtiradır. Online, bunlar hamısı, düzdür biz danışırıq, amma ixtiradır, onlar ixtiradılar. Bunlar mədəniyyət, onlar mədəniyyət hesab olurlar. Dava dərman, ixtiradır, mədəniyyət hesab olur. Amma o göyərənti dəmləmələr ki, biz itirik, onlar mədəniyyət hesab olmur, kültür hesab olur. Yalnız Türk mədəniyyəti tarixi, indi mədəniyyət tarixi deyəndə, məsələn, biri getdi Üzbəkistana, biri getdi Tataristana, biri getdi Azərbaycana, biri getdi Türkiyə, hər qol bir yerə, məsələn, deyək, dağıldı. İndi bunların bir, hərəsinin bir o gediş və yaşayış qolunun bir tarixi var. Bir şeylər orada, orada yaşamın durumuna görə mədəniyyətə qatılıbdır. Məsələn, deyək ki, Türkiyədə hər tərəf su olduğu üçün balıq tutmaq və balıq tutmaqla ilgili elmlər, imkanlar düzəlilibdir və çoxalıbdır, inkişaf edibdir. Azərbaycanda bu yoxdur. Yəni, bizim xüsusən Güney Azərbaycanda biz balıqla ilgimiz olmadığı üçün balıqla ilgili mədəniyyətimiz yoxdur. Əsən, elmimiz də yoxdur, mütəəssifanə. Türk mədəniyyət tarixi əski Türk qovumlarını tarixi bir ölümsüzlüyə qavuşdururkən, bunların adları da bilim termiləri olaraq dilimizə girəcəkdir. Deyir ki, yalnız ki ərəbcədir, onun türkçəsidir. Yalnız Türk mədəniyyəti tarixində əski Türk qurumlarını, mən qovum oxudum bunu işləyirəm, iştibah oxumuşam. Qurumlarını, qurum dedik ki, nəhadhay ictimai farsça ərəbcə deyirlər. İctimai qurumlar, təşkilatlar gəlir. Camiənin müdiriyyəti üçün hər nə qurulmuşsa, dövlət tərəfindən, ya xüsusi tərəfdən, ya hizblər tərəfindən buna qurum deyirik. Türk qurumlarını tarixi bir ölümsüzlüyə, ölümsüz, yəni farsda cavid deyirlər. Türkçə ölümsüz, yəni ölümsüz da. Ədəmə getməmək. Qavuşdururkən, qavuşdurmaq iki şeyi bir-birinə yapışdırmaq. Ölümsüzlüyə qavuşdurursan, ya daimi və əbədi qalarkən, saxlayarkən qavuşdurulmaq. Yəni bu işi görən zamanda bunların adları da, yəni o qurumların adları da
bilim termləri olaraq elm, bilim, elm, term sözlər, elm sözlərinə term deyirik. Olaraq dilimizdə girəcəkdir. Deyir ki, zaten bunlar dilimizə girəcəklər. Məsələn, orada deyək ki, bir cəmiyyət qurulubda adına deyiblər, məsələn, Bozqurd Dərnəyi. Ya dərnək. Bozqurd. Alaturka. Məsələn, bu Alaturka mənə çox cəlibdir. Türkiyəyə gedəndən sonra bundan eşitdim. Bunlar termindilər. Ya biri də mədəniyyətdirlər. Mədəniyyətin bir hissələridir. Onlar deyir, zaten bizim girəcəkdir Türkcəmizə. Bunu fosillərin dirilməsi biçimində görməməlidir. Deyir ki, bu sözü ki deyirik, yəni nəhadların, yəni qurumların adları termin olaraq elmə girəcəkdir. Deyir, bunu fosillərin dirilməsi, fosil dedik ki, o diri canlılar ya ağaçlar da diri canlı hesab olur. Bu bitkilərin daş olmasının dirilməsinə bənzətməyək. Çünki dirilməz ki o daşlar biçimində görməməlidir, belə görməməlidir. Çünki bu kəlmələr indi sözcük olaraq deyil, yalnız terim olaraq dilimizə girəcəklərdir. Deyir ki, çünki bu kəlmələr indi o ölü kəlmələr. Sözcük olaraq, lüğət olaraq, sözcük lüğətin türkçəsidir. Sözcük olaraq, lüğət olaraq deyil. Deyir, lüğət olaraq yox. Deyil, yəni yox. Yalnız terim olaraq, yəni elm sözü, elm sahəsinin, hər elmin bir sözcükü olaraq dilimizə girəcəkdir. Termin bilirsiniz da, dedim, bu elmidə işlənən sözlərə term deyirlər. Bu biçimdə cilmələrində heç bir sakınca da yoxdur. Sakınca deyirlər, biz sağınca yazıb burada, sakınca yoxdur. İstanbulda ilə sakınca deyirlər, deyirəm, bizə də sakınca yaxşı, biz sakınca, biraz ağırdır bizə, görürsünüz, sakınca bizə düz gəlmir. Sakınca daha rahat gəldi. Sakınca ağır olur. Sözün ahəngi düz gəlmir, sakınca. Sakınca rahatdır, sakınca. Sözün ahəngi, səs, səl görüşür, düz gəlmədi. İndi bu biçimdə, yəni bu şəkildə biçimdə cirmələrində heç bir sakınca yoxdur, heç bir, yəni deyir, əgər term şəklində, elmi termin şəklində girə dilə heç bir iradı, sakıncası, yəni irad. Müşkül, problem. Müşkül problemi ki, şeydir, müşkül ərəbcədir, problem də latincə. Onun yerinə sakınca türkçədir. Arı dilcilərin işləməyən əkləri işlək hala soxaraq və ya tamamlama yönətmələri icad edərək bunlar aracılığı ilə yeni kəlmələr yaratmaq istəmələri də yanlışdır. Onlar üç yöntem demişlər, üçünü də rədd edir əslində. Demişlər ki, bir ək əlavə eləyək, bir tərkib eləyək kəlmələri, bir də ki, gedək axtaraq gətirək. Axtarıb gətirməyi beləsi rədd elədi. İndi deyir ki, şeyi də rədd elədi. Əkləri. Görək sonra tərkibləri nə deyəcəkdir. Deyir ki, dil arıcıların, dil xulusçularının, xulus ərəbcədir, arı türkçəsidir. Arı dilcilərin işləməyən əkləri, o əkləri ki, bizim dilimizdə indi, yəni o izafələri ki, sözün axirinə gəlir, ək olur. Farslarda həm əvvəlinə gələ bilir, həm axirinə gələ bilir. Güya bizim dilimizdə sonuna gələ bilir. Deyir ki, ona görə ək deyirlər. Deyir, o ək ki, sözün axirinə gəlir. Məsələn, misal farsdan vurum. Ha, əlaməti cəm sözlərin axirinə gəlir. Ona tay. Məsələn, mən burada onu deyirəm. Deyir ki, fəqət misal olaraq vururam bura. Deyir ki, işləməyən. Amma deyir ki, bir də işləməyən, yəni indi yoxdur da, işlətmirik.
işləməyən əkləri, o axirinə, sözlərin axirinə gələnləri işlək hala soxaraq, onu gətirək işlək eləyək. Yəni, indi işlədək və tamamlama deyirəm və tərkib yenə də yönətəmləri, yolları, şivələri icad edərək, bunu icad ərəbcədir, düzəltmək bunlar aracılığı ilə və bu səbəblə, yəni bunların vəsiləsi ilə yeni kəlmələr yaratmaq istəmələri də doğru deyildir, yanlışdır. Çünki nə cür bir hayvanın və ya bitkinin orqanizmasına dışarıdan yeni bir orqan əkləməmiz doğru deyilsə, dilə yenidən işlək bir ədat yaxud yenə bir tamamlama biçimi soxmamız da öyləcə doğru deyildir. Tamamlama tərkib kəlmələri deyirəm bə. Tərkibi haləti dedi. Deyir ki, çünki necə ki bir heyvan yaralanıb ya ölübdür və ya bitkini, bitki də o tərəfdir ya, o tərəf. Bitki, o türküdür, ələf farscadır, ikisini bahəm işlətmişik, bilmirəm niyə. Amma bitki daha rahatdır. Bitkinin orqanizmasına, onların canlarının parçalarına dışarıdan eşikdən yeni bir orqan əkləməmiz, əkləmək dedik, əlavə eləmək da, artırmaq, izafə kərdən. Əlavə etmək, əlavə kərdən əkləməmiz, bizim əkləməmiz doğru deyilsə, deyir, bir heyvana bir şeyi izafə eləmək doğru dəyirəcər. Dilə yenidən işlək bir ədat yaxud yenə bir tamamlama biçimi soxmamız da öyləcə doğru deyildir. Deyir, dilə yenidən, yəni taza. Amma işlək bir ədat yəni hərflər, bir əlamətlər izafə eləmək, yaxud yenə bir tamamlama, bir tərkib düzətmək biçimi soxmamız da öyləcə doğru deyildir. Yenə deyir, eyni o heyvanat ayı ki, ona biçilir, doğru deyildir. Məncə bu yanlışdır. Bu fikir, mən bunu qəbul etmirəm. Biz, dilimiz daimən hərəkət halındadır. Hər dil, farsdan sonra. Və hərəkət üçündə taza bir şeylər buna əlavə olur. Niyə biz buna ədat, məsələn, qədimki ədatları gətirib, bunu əlavə eləyib, taza bir kəlmə kimi işlətməyək. Sonra da o yavaş-yavaş yerinə düşəcəkdir. Necə ki, xaricidən gələn kəlmələr yavaş-yavaş yerinə düşür. Məsələn, indi Türkiyədə heç çox adam da evet demir, okey deyir. Düşür yerinə. İndi da İngilisi kəlmələrin çoxu düşüb yerinə. Niyə biz bunu, məsələn, gələk özümüzünkiləri işlətməyək? Ya gedib, məsələn, deyək ki, okeyin yerinə hän, həm iki hərfidir, ya latin əlifba ilə yazsaq 3 hərfili görsənəcəkdir, həm də qıssadır, həm də bizimdir. Niyə məsələn okey işlədik? Məsələndir. O halda ki, əlbəttə hän sözü bizim dilimizdə işləkdir ha. Bunu misal vururdum. Sadəcə misal zehnə gətirmək üçün. Bu səbəblədir ki, günaydın, tunaydın kimi tamamlamalar yeni Türkçədə yaşamadığı kimi işlək olmayan ədatlarla yapılmış olan deyimlər də yaşamadılar. Misal vurur, deyir ki, bu səbəblədir ki, o adam öz nəzərində dedi, indi deyir ki, misal vurur. Günaydın. Biz bunu işlədirik axı. Deyir ki, günaydın işləmir. Tunaydın. Bilmirəm heç tunaydın nədir, amma deyir bu işləmir. Deyir bu cür tamamlamalar. Gün, aydın. Bu cür tərkib. Mən gördünüz elə bəs düz demişəm, tərkib. Günaydın, tun, aydın. Tunaydın kimi tamamlamalar, tərkiblər yeni Türkçədə, taza Türkçədə yaşamadığı kimi. Amma yaşır. Türkiyədə də deyirlər, bizdə də deyirlər, hər yerdə deyirlər günaydın. İşlək olmayan ədatlarla, məsələn, aydın, ya hərflərlə, ya şeylərlə, ədatlarla yapılmış olan deyimlərdə
yaşamadılar. Deyir ki, hər halda yapılmış, yəni məsnui şəkildə düzəlmiş kəlmələr də yaşamadılar. Amma görürük, yaşıq büzü deyil. Siz indi radio, televizyon vasitəsilə, sinema, film vasitəsilə, internetdə xüsusən daha çox, hətta radio, televizyondan çox iki tərəfli eləyibdir internet. Vasitəsilə siz hər şeyi işləm halinə gətirə bilərsiniz. Dedim, necə ki, xarici lüğətlər indi bizim dilimizdə kilas olaraq Türkiyədə və Azərbaycanda kilas olaraq çox işlənir. Bununla bərabər arı dilcilərin bu aşırı devrimciliyini bir tərəfə atdıqdan sonra da ədəbiyyatda Osmanlı dilindən atılacaq kəlmələrin çox olduğunu görürük. Deyir, indi bununla bərabər, bu sözləri dedik, bunlarla bərabər, bunlarla bir zamanda, bu zaman deyə bilirik, bu zaman arı dilcilərin bu aşırı ifrati, arı dilcilər ya dedik xulusçu, arı dilcilərin bu aşırı ifrati devrimciliyini, yəni inqilabçılığını, yəni inqilabçılığını bir tərəfə atdıqdan sonra, onu bir tərəfə qoyduq. Atdıq, yəni qoyduq bir tərəfə. Atmaq bu da ki, qoyaq qırağa. Çünki onlar bir elmi bir nəzəriyyə, elmi də olmasa bir nəzəriyyədirlər, qoyublar ortaya. Mən özüm şəxsən birazını qəbul edirəm. Sonra da ədəbiyyatımızda Osmanlı dilindən atılacaq kəlmələrin də çox olduğunu görürük. Görürük ki, Osmanlıdan istəyək. Deyir ki, bunların sözlərini qoyduq kənara, bu tərəfdən türkü zəifləyir axı. Çünki bunlar 3 yolla dedilər, türkünü qəbul edək. Bir budur ki, gedək əklər ki vardı qədim, onları gətirək əlavə eləyək kəlmələrin sonuna, taza kəlmə. Bir budur ki, tərkib kəlmələr düzəldək. Bir də budur ki, gedək o birisi türklərdən ki, ayrı adlarla Qırğız türkü, Tatar türkü, Azərbaycan türkü filan bunlardan alaq, gətirək işlədək. Bunların üçünü də qəbul eləmədi. İndi deyir ki, bunları qəbul eləmədik. Osmanlı dilində, yəni o qədimki türkçədə də ki işlənirdi. Deyir, orada da bir çox söz vardı ki, onlar da geri ataq. Çünki fars və ərəbdirlər. Və millətin dilinə keçməyib. İndi onu deyir. Deyir ki, devrimciliyini bir tərəfə atdıqdan sonra da ədəbiyyatda Osmanlı dilindən, yəni qədim türkçədən atılacaq kəlmələrin də çox olduğunu görürük. Bilimsel termlərdə də heç bir gərəklikləri olmadığı halda alınmış neçə kəlmələrə rastladıq. Deyir ki, bilimsel termlərdə, deyir ki, elmi sözlərdə, bilimsel termlərdə də heç bir gərəklikləri olmadığı. Bir vacib, gərək dedik vacib. Vacib ərəbcədir, gərək onun türkçə. Gərəklikləri, vaciblikləri olmadığını halda gördük ki, alınmış kəlmələr var, türkçə kəlmələr var. Rastladıq, bunlara rast gəldik. Elmidə ki, Osmanlıdan bir neçə kəlmə alıblar bunların içinə, amma bunlara deyir ki, diqqət buyurun. Deyir ki, bunlara gərəklik yoxdur, yəni vacib deyil bunlara. Silə bilərik, yəni. Elmidə olanları da. Məsələn, coşqunluğa, coşiş. Coşqunluğa, coşqun türkçədir. Coşmaqdan, coş deyil, coşdu. Farslar bunu eləyiblər, coş. Coşmaq. Adam da coşur. Həyəcan. Həyəcan anlamındadır. Su da buradan coşudan buradan da onda da bir həyəcan olur. Adamda da həyəcan olur, onda da su da coşur, yerindən qalxır, taplatır, şeylir. Ona deyirlər ki, coşidən. Biz onu bizim dilimizdə coşmaqdan gəlibdir. Gedib farsda olub coşidən. Coşqunluğa coşeş deyiblər Osmanlı dövründə. Demək gərəklimi? Deyir, coşqunluğa coşeş demək gərəklimi? Məncə də gərəkli deyil. Baş ağrısına sida deməyə heç gərək varmı? Baş ağrıyır, buna deyirlər sida. Osmanlı dövründə deyiblər sida. Deyir, bəlkə elmə də girib, ha bunlar. Deyir ki, deməyə heç gərək varmı? Vacibdir ki, belə bir şey deyək sida. Baş ağrısına deyək sida.
Əlbəttə mərisçilik olaq demək olar. Niyə demək olmaz? Mərisçilik deyirik ki, sida. Amma bizim başımız bir cür ağrımır ki, 20 cürə, 50 cürə ağrısı olur. Hərəsində bir adı var. Tib sözlüyünü ələ alalım. Deyir ki, tib sözlüyünü, yəni sida məsələn, sözlüyü yəni lüğətnamə. Ərəbcə bir sözdür, Ərəbcə-farsça tərkibdir. Lüğətnamə sözlük, bizə ona sözlük deyirik. Sözlüyünü, yəni lüğətnaməsini ələ alalım. Deyir ki, pezeşkinin, tibbin lüğətnaməsini əlimizə alaq. Kəmiğə sümük. Kəmiğə. Biz buna kəmik deyirlər türkçəyə də. Kəmik. Biz sümük deyirik. Türklər biz dediyimiz sümücə burun suyuna deyirlər. Biraz da qəliz olar ha. Ona deyirlər sümük. Biz fırtıq deyirik. Diqqət buyurun, mən istəyirəm onu deyəm. Kəmiğə bəlkə kəmik demək olacaqdır. Yəni mənə biz ona sümük deyirik hər halda. Parantez arasında yazıb kümük. Qədim cəhətmən buna kəmiğə deyilmişlər. Osmanlı dövründə. Əzm. Farsında yazıbdır ki, yəni latincəsi yazıb azim. Azim. Elə o azim sözü baxın, 2 dana səs bir-biri ilə cür gəlmir. Azim. Azim. Qələtdir. Səs bir-birinə cür gəlmir. Ərəb özü də belə demir. Ərəb özü deyir əzim. Əzim. Qıssas zim. Əzim. Ahəng ərəbdə gəlir bir-birinə. Azim. Azim. Amma biz məsələn bunu Türkiyədə azim deyir. Azim yazıb yəni. Azim. Azim. Əslən bizə azim bizə ağırdır. Yəni Türk dilinə yaraşmır ki, ağız cırılır azim. Həm ası düz deyil, həm zi düz deyil. Azim. Azim, indi deyək, kəmiğə sümük. Əzim, azim, başa, rəs. Ha, okey, üzr istəyirəm. Kəmiğə sümük, biz sümük deyirik, onlar kəmiq deyirlər. Yəni indi deyilir. Ona azim demək. Azim ya azım demək. Bilmirəm. Deyir ki, bunu demək. Baş rəs demək. Dişə sin demək. Sinirə əsəb deyən bu sözlükdə dilimizə girməsinə heç gərəklik bulunmayan necə ərəbcə və farsça kəlmələr vardır. Deyir ki, hər halda tip sözlüyünü ələ alalım. Kəmiğə azim demək, başa rəs demək, dişə sin demək, sınıra əsəb demək. Deyən bu sözlükdə deyir ki, bu əgər deyən bu sözlükdə, lüğətnamədə dilimizə girməsinə heç gərəklik vacib bulunmayan, tapılmayan neçə ərəbcə və farsça kəlmələr vardır. Deyir, belə bunlara söz vardır ki, bunlara baş deyirik da, bunu baş deyək da, niyə rəs deyirik? Sümük ya kəmiğə deyək, niyə bunun yerinə əzim deyirik? Ya sin, diş deyək, niyə sin deyirik? Sinir deyək, niyə əsəb deyirik, məsələn. İndi diqqət buyurun ki, onlardan ki, biri çox əcibdir, mənə nəzərimə gəlir, İstanbulda bunları düz işlədirlər, amma biz işlətmirik və dil fotonikinə düz gəlmir. O da biri də budur. Adalə. Ədalət. Adalə yazılır. Əslən görürsünüz, bu türk dilinə cür gəlmir. Yəni biz bunu deyənmərik. Adamın burası, mənim buram ağrıdır. 3 dəfə dedim, buram ağrıdır. Adalə kimi? Hüceyrə. Hüceyrə yazıbdır. Kimi?
protoplazma. Protoplazma beləsi olacaq bu hətmən. Protoplazma İngiliscəsində qələt yazıb, farsçasında, latincə, ərəb əlifbasında yazanda yazıbdır ki, protoplazma, türkcə, latincə yazanda yazıb protolazma. Qələt yazıb ehtimalən. Kimi türkcədə qarışıqlığı bulunmayan kəlmələrin başımızın üstündə yeri vardır. Deyir ki, amma bir də sözlər vardır ki, o bizim türkcəmizdə yoxdur. Adalə kimi, hüceyrə kimi, protoplazma elmi kimi türkcədə qarşılığı yoxdur. Yəni bunların tayı yoxdur türkcədə. Bunlara tay yoxdur, qarşılığı yoxdur. Bulunmayan, tapılmayan kəlmələrin başımızın üstündə yeri vardı. Dilimizə yeni termlər gətirən bu kimi sözcüklərə milli sözlüyümüz açıqdır. Deyir ki, bizim dilimizə bunlara tay ki, dedik türkcədə qarşılığı ya tayı yoxdur. Terminləri, sözləri, elmi sözləri gətirən bu kimi sözcüklərə milli sözlüyümüz açıqdır. Milli lüğətnaməmiz açıqdır ki, bunlar gəlsinlər, girsinlər ora. Çünki bizim dilimizdə onlara qarşı ya müqabil ya tay söz yoxdur. Fəqət türkcəsi bulunan və heç biri özəl anlam ilə ondan ayrılmayan eş anlamlı kəlmələri artıq dilimizdən atmalıyıq. Amma deyir, fəqət təhcə bu məsələ vardır ki, həmişə budur. Fəqət söz gələndə, yəni bu məsələ var ki, bu söz var ki, türkcəsi bulunan. Əgər bir söz var ki, onun türkcəsi var və heç bir özəl anlamı və heç bir özəl xüsusi, müşəxxəs anlamı ilə ondan ayrılmayan, amma o sözün, xarici sözün heç bir özəl anlamı yoxdur ki, türkcədən ayrıla, ondan ayrılmayan əş anlamlı, iki anlamlı, bərabər anlamlı, əş bərabər. Dedim da buna tay. Tay kəlmələri artıq dilimizdən atmalıyıq. O kəlmələr ki, iki anlamı vardı, onları dilimizdən atmalıyıq. Dostlar, 76-cı səhifənin ortasında taza bir bəhsə gəldik. Bu bəhsdən qalsın və yarın bu bəhsi davam edərik. Çox sevindim dostlar. İcazə bugün görüm ki, dostlardan taza bir şey yazıblar. Təxt Süleyman, mən bu duruq گفتن ancaq şiz və Azər qoşəs bəhəst. Dostumuz burada, o tarixçi dostumuz yazıb ki, hətmən ba həm söhbət bakın, və xeyli mədərəş dərəm. Mən bir işim var, getməliyim, sonra Allah rast getsin dostlar. Hər kəs gedib Pantürk nihayət bir səvadi, Pantürk nihayət cəhalət, hidayət duruqu, hidayət bir səvad, Pantürk nihayət cəhalət, خودفروشی نماد علم هست، پانتورشیسم نماد بیسوادی، پانتورشیسم ملغمی از بیسوادی، هدایت دروغگو، پانتورشیسم. Bu dostumuz hər kəsdir. Xəlic ərəbini də yazıb Xəlic Fars. Mütəəssifanə bu dostumuz hər halda umaram ki, bir gün elmi baxmağı öyrəşə ağ qardaş neçə nəfərə danışırsınız. Dostum Aydın bəy, heç neçə nəfərə danışmıram, özümə danışıram. Beləsi deyim, ağır sözlərin qulaq asanı olmaz. Coş desəydim, burada 1000 nəfər adam var idi. Coşda başarıram, çox yaxşı coş bilirəm. Mən zindanda təhqiqat elədim, çoxlu mövzularda təhqiq elədim. O cümlədən coş üstündə təhqiq eləmişəm. Tamam coşlar ki, Azərbaycanda siz bu gün eşidirsiniz, mən hamısını yazmışım. Ha belə söyüş. Türk dilində nə mənə söyüş vardı, hamısını yazmışım. Mən indi fəqət burada bir oturam söyüş verəm, fəqət söyüşdən danışam. Yüzlər nəfər gələr qulaq asar. Çünki ağır deyil ki, hamının da xoşu gələr. Yox. Fəlsəfi bəhsin, cami şünası bəhsin, necə danışıcı gedib oxumaz? Neçə nəfər fəlsəfə oxudu İranda, Güney Azərbaycanda? Heç neçə nəfər. Güney Azərbaycanlıların içində 5 dənə filsuf yoxdur. O halda ki, ən böyük ehtiyacımız olan siyasətdən qabaq fəlsəfədir. Nəinki fəlsəfə elmin oxuyaq, kitabları hifz edək. Yox,
fəlsəfi düşünmək. Sual soruşub onlara fəlsəfi cavab tapmaq. Onun üçün buna görürsə heç kəs qulaq asmır, siz də qulaq asmırsınız. Niyə? Çünki bəhs ağır bəhsdir. Coş gəlsəm təbii hamı gələr. Hər halda və bu cür təhqir edici sözləri də eşitmərək. Evin yıxılmasın, axı baxan yoxdur ki, sən axı kimə danışırsan? Dedim, Aydın bəy, mən özüm kitab oxumaq oxuram. Birinci dəfədə türkü elmi kitab oxuram. Türkünü örgəşmək istəyirəm və heç kəsə də oxumuram, özüm oxuram. Biri qulaq assa, o da mənim yanlışlıqlarımı görəcək və bəlkə bir şeylər örgəşəcək, bəlkə əlaqəsi olacaqdır ki, mənim yanlışlarımı düzəltmək üçün bir kitab oxusun mənə. Mən onda qulaq asaram. Sağ olun. Ona görə, yoxsa müştəri üçün oxumuram. Mən müştəri üçün oxusam, dedim, çoxlu şeylər başarıram ki, orada oxuyaram və hamı da kef elər. Ya oxumaram, danışaram, siyasi danışsam hətta belə 200 nəfər adam oxular, burada qulaq asar. Amma yox. Mən 50 ildən sonra gördüm ki, mənim zehnim İran-Fars sisteminin kitabları ilə dolubdur, sözləri ilə dolubdur. Qələt fikirləşirik, qələt gedirik. Onun üçün də o yoldan çıxdım qırağa və indi bunu oxuram. İndi siz sevərsiniz və yazanda da belə yazaram. Mənim webloguma baxsaz, mən heç yazını yazmaram ki, bunu hamı oxuyacaq. Mən deyərəm ki, bir yazını bir nəfər oxusa mənə yetər. Çünki mən burada fikir ürətməyə çalışıram. Yanlış da olsa fikirdir. Çünki fikri yanlış ürətməsən düzgünü çıxmaz. Və fikir daimən dəyişər. Yəni, bu fikir ki, dünənəcən fikirlik düzdür, bugün görürük qələtdir. Bu fikir ki, bugün fikirlik düzdür, sabah görəcək qələtdir. Amma bu günləri bunu danışmaq məcburiyyətində yox. Onun üçün dostlar, mən fikir ürətməyə və bir şeyi yıxmağa çalışıram. O da budur, kitabı oxumuruq. Kitabı klas halinə gətirməli və oxumalıyıq. Mən yurdsevər qardaşımızı tanıram. İxtilafımız da çox-çoxdur. Hörmətlə qulaq asaram sözlərinə bəzən. Amma bilirəm ki, savadı da türkçədə məndən çoxdur. Xahiş edirəm, gəlin bir kitab oxuyun. Türkçədə bir fəlsəfi kitab oxuyun, qoyun insanlar oxusun. İnsanlar görsün Türkiyədə Türk filsuflar nə cür görüblər dünyanı, nə cür görüblər məmləkəti, nə cür ağa Türkiyə 2 dünya savaşında aradan gedib yenidən qalxıbdı. Amma İran iddia edir 1400 il bundan qabaq yıxılıb hələ qalxanmır. Bu fikir fərqidir. Güney Azərbaycan 100 ildir yıxılıb qalxmağa çalışır, amma ta o zaman ki o fikri gətirməyə qalxa bilməyəcək. Tamam. Mən buna görə kitab oxuram. Ağır kitab oxuram, bilirəm, özüm də yoruluram, dostlar da yorula bilərlər, amma yolumuz buradan keçir, ayrı yolumuz yoxdur. Suxənranlıqla bir yerə çıxmarıq biz. Suxənranlıq mallas sistemidir. Mallas sistemi bir iş olsaydı, 1000 ildən sonra bizim hamımız müsəlman olmuşduq. Hamımız yanımızı yumağı, dəstəmaz almağı, namazı qılmağı başarırdıq, şəkkiyat bilirdik. Amma cavab verməyibdi. 1400 ildən sonra onlar əlifbanı örgədə bilməyiblər ki, əlif zəbər nəcür oxunar. Yeni sistem çıxıb, qardaş. Biz yeni sistemə gəlməliyik və kitab oxumalıyıq. Biz molla sistemin, suxənranlıq sistemin, nə bilim, chatroomlarda danışmaq, Clubhouse-da danışmaq bizə cavab verməz. Biz gərək girək kitab oxuyaq. Ağır və dərin bəhslərə girək. Və bəhslər elmi, akademik olmalıdır. Biz interneti gərək danışqaha çevirək. İndi mənim müştərim yoxdur, olmasın. Mən burada deyərəm, bəlkə bir gün biri azar gələr. Deyər ki, görün bu hidayət, bu kitabı oxuydu, bu kitab nə deyir? Tamam. Cənab Makoyu çox-çox sevinirəm, gəldiniz. Siz də çox savadlısınız, bilirəm. Və türkünü də yaxşı başarırsınız. Xahiş eləyəcəm bir Türkiyədən bir fəlsəfi kitab götürün, oxuyun.
Mən şəxsən sizin hər gün oxuduğunuzda ya gəlib qulaq asaram, iş üstə olsam, gələnməsəm, hətmən zəbt elədiyinizə qulaq asaram. Ağa bəy də ha belə. Təbii o birisi dostlarım da hamısından bu xahişi mən eləyirəm təkbətəklərini. Mən tamam dostlarım ki tanıram. 5-6 ildir yalvarmışam bu da. Gəlin bir online danışgah açın. Qoyun bizə orada hər kəsən öz bildiyi, təxəssüsü olduğu sahədə bizə dərs versin. Biz Azərbaycana danışgah açmalıyıq. Gözləməməliyik ki, farslar gələ bizə danışgah aça, dil verə. Biz özümüz öyrətməliyik. Amma nəhayətində sonun başda, mən bu kitabı başladım oxumağa. Hər kəs istər mənlə qulaq asar, hər kəs istər qulaq asmaz. Amma mən özüm ki başlaram. Bir, ikinci, mən çalışmamı çalışaram. Tarixdə deyərlər ki, İnsaf Əli bu tarixdə bu kitabı başladı. Heç kəs qulaq asmadı. İnsaf Əlidən təklif getdi. Çünki İnsaf Əli tarixində məsuliyyətini gördü. Mən əgər məsuliyyətimi görməmişsəm, bir ayrı bir şey, məsuliyyətimi görürəm. Mənim məsuliyyətim budur. Mənim məsuliyyətim buydu ki, Günaz TV-də gələm, 1 il, 9-10 aydır. 10 aydır mən orada bəhsini aparıram. Brainwashing, beyin yıxama, şu məğzini aparıram. İndi camiəmizdə bu düşünür, üstünə gedirlər, getmirlər. Bu mənim vəzifəm deyil. Mənim vəzifəm buydu ki, bu ən bizim gizlin və ən böyük xətərli bəhsi açdım. Ondan da mühüm bəhsi ki, 5 ildir, 6 ildir mən tamam dostları tanıram. Danışqahda dərs verirlər, ya vermirlər, eşikdə savadları yuxarıdır, yaxçı bilgiləri vardı. Hamısından dənə-dənə xahişi eləmişəm. Gəlin ağa, internet bizə bir mədrəsədir, danışqahdır. Burada bir dənə adres, hamıya bir dənə diplom verin ağa. Deyin, hər kəs bu kitabı oxusa, baxın bir, hər kəs bu kitabı oxusa, mən bu kitabdan imtihan alıram adamdan. Hər kəs oxusa, mənə tay bunu deyə bilsə, mənim də işqallarımı deyə bilsə, mən ona bir diplom verirəm. Bəlli olar ki, bu adam bu kitabı oxuyubdur. Diplom nədir? Bir dənə yazıdır buna görə ki, siz bu kitabı oxumusunuz, səlahiyyətiniz var, bu kitab haqqında danışa biləsiniz. Ya bu kitab yazdığı mövzular haqqında danışa biləsiniz. Mən bunu eləyirəm. Gəlin siz də bu işi görün. Hər halda videonu çox uzatdım. Sağ olun, sağ qalın, görüşmək üzrə. Hələlik.